Akşamınız xeyir müəllimlər. Şams xeyir. Axşamınız xeyir. Nə qəşəng bizə səsləri gəlir. Axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir olsun. Şams xeyir. Müəllimlər, bugün artıq biz zoologiyaya başlayırıq da. Bir hüceyrəli heyvanlarla bağırsaq boşluqlar tipini vermişdim də, səhv eləmirəmsə. Bəli. Hə. İndi gəlin ona. Bəli. Ana müəllim, sizdən bir dənə söz soruşmayayım. Buyurun. Mən də bir dənə təsadüfən test əlimə düşdü. O bizə bu qida piramidalarda, o sonra orada bitkilər var idi, kalanfoy idi. Həm o havası təmizdir. Bəli, Onlar dekorativ. düşməyəcək bizə. Düşə bilər Elçin müəllim, niyə düşməsin ki? Dərslikdə var axı. Dərslikdə Əlbəttə var. yox, PDF-də yox idi. Onlar haqqında, yəni onları dərslikdən oxumaq lazımdır da. O bəli, onlar lazımdır. Amma onlar olmalıdır. Bilirsiniz hardadır onlar? Ola bilsin ki, PDF-də olmasa da dekorativ bitkilər kimi o var idi ki, zəhərli bitkilər. Yox, orada mənim onlar hansı ki xlorofilm var idi, yəni nefrofil. Axşamınız xeyir olsun. Onlar demək olar ki, orada yox idi da. Axşamınız xeyir. Axşamınız xeyir. Hə, bəzi zəhərli bitkilər haqqında məlumat vermişəm. Bilirsiniz harda? Tam olaraq yadımda deyil, hansı dərsdədirsə. Orada xanım otu demişdi. Deyəsən badımcan çiçəklər fəsləsində demişəm. Xanım otu bitkisi. Mən orada təsadüfən oxuyurdum. O altının axırındadır. Qoy müəllimlər də içsin. Orada dekorativ bitkilər var. Şəkillər düşür. Bildim. Dekorativ bitkilər, bəli. Zəhərli hansıdır? Yəni ən çox bilirsiniz nə düşür orada? Məsəl üçün xanım otu var. Xanım otu ilə zəhərləndikdə nə baş verir? Sonra orada bəzi zəhərli bitkilər vardı. Onlar haqqında məlumat vermişəm. Fəsilələri keçəndə orada var. Hansı bitkilər canlı barometr rolunu oynayır? Hansılar otağın təmizlənməsində, belə bir şeylər də var idi orada. Bildim. Hə, 6 sinif dərsliyin ən sonundadır. Hə, sonunda olan mövzular. Axırlarındadır. Kloroformdur, nədir o bitkilər. O qida piramidalarının əksərən nə var? Şəkillə verilir orada elə bil qida piramidaları. Məsələn, birinci. Qapılar da rast gəlir. Hə, bu qida piramidasını keçmişik. Onun ekologiyada baxmışıq ona. Orada bir şey dedi. O piramidada deməli sağa doğru getdiksə 5-ə böləcəkdir, eləmi? Sağa yox. Maksimum deyəndə 5-ə böləcəkdir. Minimum deyəndə 20-yə böləcəkdir. Bəli, müəllimə, bəli. Sonra amma geriyə qaydanda vurursuz. Onda
5'e vururuq. Maksimum deyirsə 5'e vururuq. Minimum Arada deyirsə ha. Bəli. Rəsmi əməlində danışır. Mən ona demirdim. Bax, o ara birinci insanın qəbul etdiyi, onu heç onu bildiyi, o biosferdə olmalıdır. Və birinci məmulatları, ikinci şəkər və belə bir şeylər var idi. Hə, orada, o piramidanı harcın. deyirsiniz, Hə, piramida. mən onu demək istəyirəm. Onu mən qida piramidası. Hə, baxın da Elçin müəllim, baxın onlara. Yəni düşər o. Düşməz elə bir Nə bilim, Düşər, bəlkə hər də şey düşə bilər. çünki dərslikdə var da müəllimə, baxarsınız. Düşə bilər, dərslikdə var axı. Məndə hardasa bir testlər var idi, elə də köhnə testlər idi. Bax, bunların hamısı düşmüşdü. O Bakıdan aldırmışdım, o testin içində onlar Hə, var. ola Yəni, bilər hamısı müəllim. var idi. Yəni onlar əzbər mövzulardır da hamısı. Bitkiləri yazıb ki, məsələn, hansı canlı barometrdir, hansı otağın Bəli, havasını bəli, bəli. təmizləyir. Yəni baxarsınız da bir balaca axırdakı Özü mövzular. əksərən onları şəkillə verib, şəkillə uyğun deyir, tapmalıyıq onları. Mən onların hamısı çoxlu test var məndə ona. Hə, baxın onlara, onlara baxın. Yəni əzbər mövzular da hamısı. Bitkilərin adıdır da əzbərləyin. Yox, elə belə məsləhət kimi Hə, soruşdum. hə. Mən sizə məsləhət Dərslikdə varsa, Elçimən, dərslikdə varsa, hə, düşə bilər də. Ona görə də baxaq. Özü 6-cı sinifin biologiyasındadır o. Bəli, 6-cı bəli. sinifin biologiyası var. Bəli, sonuncu mövzulardır. Bəli, Aygün müəllimə. Aynur müəllimə, birinci məndən sual cavab eləyək. Hə, olar. Kurikuma qoyulur. Olar. Başlayaq gəlin onda. Başlayaq. Elə Aygün müəllimə sizlə başlayaq gəlin. Deməli belə, bir hüceyrəli heyvanlar idi, bir də bağırsaq boşluqlar tipidir də. Yəni bunları sual cavab eləyəcəm. Müəllimə, ilk dəfə olaraq hüceyrəvi ağız hansı canlıda yarandı? Hüceyrəvi ağız infizor tərlikdə yaranır. Infizor tərlikdə yarandı, bəli. Udulaq, tullantı dəliyi. Onlar da, yəni infizor tərlikdədir. Ay sağ olun. İlk dəfə olaraq hüceyrəvi ağız, udulaq, tullantı dəliyi yarandı, bəli, infizor tərlikdə, düzdür. Bəs ilk dəfə olaraq ifrazat dəliyi hansı heyvanda yarandı? İfrazat dəliyi ilk dəfə olaraq ibtidai heyvanlardan olan adi amöbdə yaranır da. Yox, amöbdə axı ifrazat Adi dəliyi yox amöbdə idi. yaranır. Yox, ifrazat dəliyi qovuqçuq deyir, sidik qovuqçuğu. Dəlik də elə infizor tərlikdədir müəllimə. Sidik qovuğu deyir müəllimə. Sidik qovuğu da ifrazat dəliyi ilə xarici mühitə çıxarılır. Hansı heyvanda demişdik sidik qovuğu? O qurtlardadır. Bəli, hansında? Qaraciyər sorucusunda, qaraciyər sorusunda, bəli. Deməli, tullantı dəliyi ilk dəfə infizor tərlikdə, sidik qovuğu, ifrazat dəliyi isə qaraciyər sorucusunda, bəli. Bəs yaxşı, anal dəliyi hansı canlıda yarandı ilk dəfə? Arxa bağırsaq, anal dəliyi. Anal dəlik. Bəli, Olaraq arxa bağırsaq, anal dəliyi. Sap qurtlarda, bəli, sap qurtlarda arxa bağırsaq, anal dəliyi yarandı, düzdür. Yaxşı, infizor tərliyin qılafının üzərində nə qədər kirpikçik var idi? 10-15 minə qədər. Bəli, 10-15 minə qədər, düzdür, kirpikçik var idi, düzdür. Aygün müəllimə, yalançı ayaqlar, qamçı, bir də kirpiklər nəyin çıxıntısıdır? Yalançı ayaqlar adi amöbdədir. Yox, nəyin çıxıntısıdır? Nəyin çıxıntısıdır? Rudimentin çıxıntısıdır. Bir dəqiqə, ay müəllimlər, mikrofonları bağlayın da, Aygün müəllimə zamanıdır indi. Bağlayın mikrofonları. Aygün müəllimə, yalançı ayaq, qamçı və kirpiklər nəyin çıxıntısıdır? Dəri çıxıntısı. Yox, yalançı ayaqlarla qamçı nəyin çıxıntısı demişik? Bəli, staplozman çıxıntısıdır, bəli. Bəs kirpiklər? Membran çıxıntısıdır, Aygün müəllim. Qılafın, bəli. Kirpiklər isə qılafın çıxıntısıdır, bəli, düzdür. Yaxşı. Bir hüceyrələrin hansı nümayəndəsidir ki, onlarda hərəkət orqanoidi yoxdur? Hərəkət orqanoidi bir hüceyrələrdə. Bəli. Bir hüceyrələrdə. Hansı nümayəndələrində hərəkət orqanoidi yoxdur? Bax, bir hüceyrələrin tipləri, deyin, adi amöbdə yalançı ayaq, sonra? Amöbdə yalançı ayaqdır, yaşıl evglenada qamçıdır, infizor tərlikdə kirpiklərdir, volvoxda da yenə qamçı vasitəsidir. Qamçıdır. Başqa hansıdır? Bir hüceyrələrin başqa tipi hansıdır?
Malyariya paraziti Ay var Allah, idi. sporlar tipi, bəli, sporlar tipi. Toksinlər. Bəli, deməli sporlar tipində hərəkət orqanoidi yoxdur. Aha. Yaxşı, bəs bir hüceyrəli heyvanlarda neçə növ hərəkət orqanoidi var? Elə bir ki, bir hüceyrə 3 növ. 3 növ, bəli. Qamçı, kirpik, bir də yalançı ayaq. Əla, düzdür müəllimə. Bəs dördüncü nə idi? Aygün müəllimə, dördüncü hərəkət miofibril. Bunlarda yoxdur, düzdürmü? Deməli, bir hüceyrəli heyvanlarda 3 növünə rast gəlinir. Qamçı, kirpik, yalançı ayaq. Yalançı ayaqla qamçı sitoplazmanın çıxıntısıdır, kirpik də qılafın çıxıntısıdır. Və sporlar tipində isə hərəkət orqanoidi yoxdur deyirik. Aha. Zalogermi nə öyrənir? Zalogermi heyvanların quruluşunu, həyat fəaliyyətini. Nədir zaloger sözünün mənası? Zoo sözündən götürülmüş heyvan deməkdir. Əla. Heyvanların tarixi əsərinin müəllifi kimdir? Heyvanların tarixi əsərinin müəllifi. Bəli. Yəni heyvanlar haqqında, bəli, heyvanlar haqqında elmi məlumat toplayan alim Aristotel olmuşdur. Bəli, düzdür. Yaxşı, heyvanların sistematik kateqoriyalarını sadalayın, zəhmət olmasa. Heyvanların sistematik kateqoriyası aləm, tip, sinif, dəstə, fəsilə, cins, növ. Əla, və yaxud da növ, cins, deməli... Növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm. Ay, sağ ol, düzdür. Növdən aləmə doğru getdikcə nələr azalır, nələr artır? Növdən aləmə getdikcə oxşarlıq, qohumluq azalır. Aləmdən növə getdikcə isə oxşarlıq artır. Ay, sağ olun, bəli. Yəni növdən aləmə doğru getdikcə qohumluq azalır, oxşarlıq artır, müxtəliflik artır. Növdən aləmə doğru getdikcə azalır, qohumluq azalır, oxşarlıq azalır, bəli. Aləmdən növə getdikcə. Ay, sağ ol, düzdür. Doğrudur müəllimə. Yaxşı, və yaxud da deyə bilərik ki, aləmdən növə doğru getdikcə əksinə. Bəs fətlərin sayı hansında artır? Növdən aləmə doğru, yoxsa aləmdən növə doğru? Fətlərin sayı? Növdən aləmə doğru getdikcə fərtlərin sayı artır. Artır, ay sağ olun, düzdür müəllimə. Bir hüceyrəli heyvanlarda hüceyrə mərkəzi varmı? Bir hüceyrələrdə hüceyrə mərkəzi, xeyr, onların... Bəli, hüceyrə mərkəzi yoxdur. Deməli, bir hüceyrəli ibtidai heyvanlarda hüceyrə mərkəzi yoxdur. Bəs ali heyvanlarda varmı? Ali heyvanlarda hüceyrə mərkəzi. Bəli. Var da yəqin. Var, bəli. Demişdik, ali bitkilərdə yoxdur, ibtidai bitkilərdə var. Ali heyvanlarda var, ibtidai heyvanlarda yoxdur, bəli. Amöbün, yaşıl evqlenanın, infizor tərliyin hüceyrə mərkəzi yoxdur. Yəni, həmin orqanoid yoxdur onlarda, bəli. İbtidai heyvanlarda qıcığa cavab vermə necə adlanırdı? Taksis. Taksis adlanır. Nə idi taksis? Taksis özü müsbət və mənfi taksis var idi. Elə bir ki, qidaya doğru gedirsə müsbətdir. Məsəl üçün, duzlu suyun içərisinə duz kristalı atdıqda oradan amöbün kənarlaşması mənfi taksisdir. Qıcıqdan qaçırsa mənfidir, qıcığa doğru can atırsa müsbət. Ümumiyyətlə, taksis özü nə idi müəllimə? Taksis özü nədir ümumiyyətlə? Bədən istiqamətinin yer dəyişməsi. Ay, sağ ol. Tam orqanizmin yer dəyişməsi, istiqamətlənmiş yer dəyişməsi, bəli. Bitkilərdə varmı taksis? Bitkilərdə taksis, xeyr, yoxdur. Var, ikisi də var. Bəli, var. Tropizm də var, taksis də var. Bəli, bitkidə tropizm taksis, heyvanda da taksis refleks. Bəli, ibtidai heyvanlarda taksisdir. İbtidai heyvanların qıcığa cavab verməsi taksis adlanır. Bəs sista nədir, Aygün müəllimə, sista? Sista əlverişsiz şəraitdə bədən örtüyüdür ki, onu əlverişsiz şəraitdən qoruyur. Ay, sağ olun. Yeni qılaf köhnə qılafın üstündə əmələ gəlir, yoxsa altında? Altında. Bəs bakteriyaların sporunda necə? Onda da əksinə olur, üstündə olur. Yox, əksinə. Sistada üstündə əmələ gəlir, sporda altında əmələ gəlir. Sistada yeni qılaf köhnə qılafın üstündə əmələ gəlir. Yaxşı. İbtidailər sərbəst həyat tərzi keçirdirlər, yoxsa parazit? Sərbəst həyat tərzi keçirənlər də var, parazit həyat tərzi keçirənlər də var. Bəli, sərbəst keçirənlər də var, parazit də var. Düzdür müəllimə, tamamilə doğrudur. Heyvanların nə qədər növü var?
2 milyondan çox növü var. Ay sağ olun. Bəs neçə yarım aləmə bölünürlər? 2 yarım aləmə bölünür. Bir hüceyrəlilər, bir də çox hüceyrəlilər. Ay sağ olun. Bir hüceyrələr, çox hüceyrələr, düzdür. Yaxşı. Neçə tipi var heyvanların? 23 tipi var. 5 tip bir hüceyrəlilərə aiddir. 18 tipdə çox hüceyrəlilərə. Ay sağ olun, düzdür. Ya bu 23 tip hansı yerə, hansı dövrdə yaranıb? Proterozoy erasında Xordallar tipi yaranmışdı mı orada da? orada bəli. Ay sağ olun. Yox, proterozoyda xorda Yaranıb. Xordallar tipi. 23 tipin 23-ü də yaranıb. Bəli, düzdür. Xordallardan da neçtərçə yaranıb da yalnız. Bəli. Yaxşı. İlk dəfə olaraq xarici sklet əmələ gəlmişdi, yoxsa daxili? ilk dəfə olaraq daxili. Daxili, ikinci xarici sklet. Deyə bilərik ki, ibtidailərdə xarici sklet var idi. İbtidailərdə bəli, çanaq var idi. Ay sağ olun. Bəli. Kirəç çanağı idi, yoxsa xitin? Kirəç. Yəni xitin xarici sklet idi, yoxsa kirəç? Bəli, kirəç çanaq var idi. Hansı nümayəndələrində var idi kirəç çanaq? Bunlar dənizlərdə yaşayan fonomiferlər, bir də radiolaylar. Bəli. Yəni hansı tipin nümayəndəsi idi onlar? Bunlar bilirəm, bir dəqiqə deyəcəm. Sarkomaskaforlar. Sarkomaskaforlar tipinin koksidikim yox. Düz deyirsiniz. Düzdür, sarkodinlər sinfi, bəli. Amöblər də, amöbün nümayəndələri, düzdür. Yaxşı, Aygün müəllimə, bağırsaq boşluqlar tipində hidranın daxili qatında neçə növ hüceyrəyə rast gəlinir? 2 növ, dalayıcı, bir də əzələli. Həzm, deməli, əzələ hüceyrələri, həzm hüceyrələri, yəni bir də vəzili hüceyrələr, dalayıcı yox, daxili qatında. Hə, vəzli, bir də qamçılı həzm hüceyrələri. Deməli, endoderma qatından gedir da, söhbət daxili qat. Endodermada da dalayıcı hüceyrə var, aralıq hüceyrəsi, bir də sinir. Deməli, endodermanı deyək, daxili qatında neçə növ hüceyrə oldu? 2 növ. 2 növ. Həzm, əzələ hüceyrələri, bir də vəzili hüceyrələr. Əla. Həzm, əzələ hüceyrələrində neçə növ hərəkət orqanoidi var? Neçə növ? Bəli. Bir növdə. Onlarda həm yalançı ayaqlar var, həm də qamçı var. Həm də qamçı var. Bəli, həm yalançı ayaq var, həm də qamçı var. Həm də miofibril var. Bəli. Yalançı ayaq da var, qamçı da var, miofibrildir. Çünki həzm əzələ deyirik. Baxın, əzələ hüceyrələri. Yalançı ayaq da var, qamçı da var, miofibril də var. 3 növ hərəkət orqanoidi var. Bəs yaxşı, bu həzm əzələ hüceyrələri neçə qamçılıdır? O kitabda göstərmişdik qamçılarını. 2 qamçılı. 2 qamçılı, bəli. Deməli, daxili qatda olan hüceyrələrdən biri həzm əzələ hüceyrələridir. Orada 3 növ hərəkət orqanoidi var. Yalançı ayaq, qamçı, miofibril. Özü 2 qamçılıdırlar. Bəs vəzili hüceyrələrin rolu nədir? Vəzli hüceyrələrin rolu əsasən bunlarda elə bil ki, qidalanmada. Yox, baxın, həzm hüceyrələri adı üstündə qidanı həzm edirlər. Bəs vəzili hüceyrələr nə edirlər? Vəzi, bax, adına baxın, vəzi nə hazırlayır? Şirə. Şirə hazırlayır. Həzm şirəsi ifraz edirlər. Bəli, həzm şirəsi ifraz edirlər. Həzm əzələ... demək ki, yəni həzmdə şirə ifraz olunur. Bəli. Həzm hüceyrələri həzmdə iş qidanı həzm edir, vəzli hüceyrələr də həzm şirəsi ifraz edir. Bəli. Bəs regenerasiya qabiliyyətinə malik olan hüceyrələr hansılardır? Yəni regenerasiya edib digər hüceyrələrə başlanğıc verən hüceyrələr hansılardır? Aralıq, bəli. Aralıq hüceyrələr ektoderma qatındadır, yoxsa endoderma? Yox, ektodermadadır. Xariclə əlaqəli olduğu. Bəli. Hidrada ən çox rast gəlinən hüceyrələr hansılardır? Ən az rast gəlinən hüceyrələr hansılardır? Ən çox rast gəlinən hüceyrələr dalayıcı hüceyrələrdir. Yox, ən çox rast gəlinən. Yox, müəllim. Dəri əzələ hüceyrələri, bəli. Ən az rast gəlinən, bəs ən az rast gəlinən? Ən az rast gələn də dalayıcı hüceyrə. Yox, dalayıcı deyil. Yumurta hüceyrədir. Ən çox rast gəlinən dəri əzələ hüceyrəsi, ən az rast gəlinən yumurta hüceyrədir. Yaxşı müəllimə, təşəkkür edirəm. Siz bağlayın mikrofonu, çox sağ olun. Rəsmiyə müəllimə ilə davam edək.
Rəsmi müəllimə, bağırsaq boşluqlar tipi hansı erada, hansı dövrdə əmələ gəldi? Bağırsaq boşluqlar tipi hansı erada, hansı Bəli. dövrdə əmələ gəldi? Yəni hansı erada? Bağırsaq boşluqlar tipi proterozoida Bəli, yarandı. bəli. Çünki 23 tipin 23-ü də proterozoida yaranmışdı. 23 bəli, 23 23-də orada Düzdür. əmələ gəldi. Bağırsaq boşluqlar tipində neçə növ hərəkət orqanoidi var? 4 növ. Əla. 4 növün 4-ü də var, düzdür. Hə, dördü Ən də çox var, hansına rast gəlinir? Ən çox rast gəlinən burada qamçı olar da. Ən çox rast gəlinən miofibrildir. Miyofibril, Miyofibril, bəli. miyofibril. Çünki xarici qatda da var, dərəzələ, daxili qatda da var. Ona görə ən çox rast gəlinən miofibrildir, düzdür. Yaxşı. Bağırsaq boşluqların aramorfozları hansılardır? Bağırsaq boşluqlar tipinin aramorfozları. Yəni aramorfoz bilirsiniz nədir? Nə idi aramorfoz? Aramorfozda yəni ilk öncə bəli Bəli, ilk yarananlar. yarananlar. Bəli, nədir ilk dəfə yaranan? Bağırsaq boşluqlarda ilk yarananlar nədir? Onlarda əsas yaranıbdır bağırsaq boşluqlarda dəri həzərə hüceyrəsi yaranıbdır. Aha, dərəzələ hüceyrəsi, düzdür. Bəli, ondan sonra yaranıbdır bunlarda aralıq hüceyrəsi yaranıbdır. Aha, Sonra bir də sinir hüceyrəsi yaranıbdır. düzdür. Aha. Bunlardır. Sinir hüceyrələri nə Sonra- şəkilli idi? Bunlarda bağırsaq boşluqlarda sinir hüceyrələri ulduz şəkillidir. Əla. Bax, dediniz ki, ilk dəfə dərəzələ hüceyrəsi, bəs dərəzələ kisəsi ilk dəfə hansı tipdə yaranmışdı? Kisə. Dərəzi qurtlarda olubdur. Hansı qurtlarda? Yastı qurtlarda. Əla, düzdür. Deməli, dərəzələ hüceyrəsi dediniz, analıq hüceyrə dediniz. Onda deyə bilərik də, dalayıcı hüceyrə də deyə bilərik. Sinir hüceyrəsi dediniz, ulduz şəkilli. Bəli. Sinir hüceyrəsi dediniz, ulduz şəkilli. Bəs başqa nə yaranıb bunlarda ilk dəfə? Məsələn, refleks deyə bilərsiniz, ilk dəfə bunlarda yaranıb. Refleks yox. Bunlarda elə bir şey tam formalaşmamış da. Var ya, amma sadə formasıdır da. Əla. Yəni deyə bilərik, bəli, sadə formada refleks bunlarda yaranıb. Sadə formasıdır. Bəli. Bunlarda refleks neçə hissədən ibarət idi? Hidrada refleks neçə hissədən ibarət idi? Refleks bunlarda 2 hissədən ibarətdir. 2 yox, 3 hissədən. 3 hissədən. 3 hissədən. Hansılar idi? Qıcığın qəbul edilməsi. Qıcığın qəbul olunması idi. Qıcığın qəbul olunması, qıcığa qarşı cavab Əvvəlcə ötürülsün, sonra cavab verilsin də. Qıcığın qəbul edilməsi, ötürülməsi və cavab. Bəli, sadə refleks. Bəli, bunlarda sadə refleks olub. Sonra dalayıcı hüceyrə də deyə bilərsiniz, bunlarda yaranıb. Və bunlardan başqa heç bir tipdə yoxdur. Sonra bax, tipin adından da görünür. İlk dəfə bağırsaq boşluğu bunlarda yaranıb. Bunlarda əsas elə bunlarda səciyyəvi əlamətlər, birinci bunların səciyyəvi əlaməti elə bunların bağırsağın boşluğudur da. Və indi baxın müəllimə, bəs bunlarda hansı mərhələ yaranıb? Bunlar ömrünün sonuna qədər hansı mərhələdə olublar? Blastula, gastrula yoxsa neyrula? Yox, neyrula olmayıbdır bunlarda. Onda hansı mərhələdə olub bunlar? Elə bunlar axırı gastrula mərhələsində. Gastrula, bəli. Bəs neçə dənə rüşeym təbəqəsi yaranıb ilk dəfə bunlarda? 2 təbəqə olur, 3-cü olmuyor. Bəli, hansılar idi o? Bu 2-ci olubdur, ektoderma belə Əla, ektoderma, endoderma, bəli. Deməli, ilk dəfə gastrula mərhələsi, mezoderma olmur. İlk dəfə- Mezoderma qurtlarda olur. bəli, ilk dəfə gastrula mərhələsi, 2 qatlı bədən, ektoderma, endoderma bunlarda yaranıb, düzdür. Bəs bunlarda hansı simmetriya mövcud idi? Şüalı yoxsa iki tərəfli, iki yan? Bunlarda 2 yan olubdur da. Yox müəllimə, iki tərəfli olmuyor. Şualı olur. Bəli. Şualı olur. Nə idi ki müəllimə? Şüalı simmetriya nə idi? Şualı simmetriya bunların bədənindən, bədənin ortasından keçirəndə. Bir ox keçirsək? Bəli, bir ox keçirsək bunların ortasından. Elə bir ki, işıq şüası Qolları həmin oxdan çıxıb ətrafa səpələnən şüalı xatırladır. Ay sağ olun, bəli. Yaxşı, bu şüalı simmetriyada şüaların sayı minimum nə qədər olar, maksimum nə qədər olar? Bu şüaların sayı
Nəyin sayı ilə bərabər olacaq şüaların sayı? Bax dediniz ki, oxdan çıxıb ətrafa səpələnən qolcuqlar. Bəli. Aha. Qolcuqların Minimum nə qədər olacaq qolcuq da. var, maksimum nə qədər qolcuq var? Minimum 5, maksimum 12 dənə. 5-dən 12-yə qədər qolcuq Düzdür, olur. düzdür Və müəllimə. qolcuqların arasında ağzı yerləşir. Bəli, minimum 5, maksimum 12, düzdür. Yaxşı, bağırsaq boşluqlarda toxum orqan strukturu var idimi? Toxum orqan əmələ gəlmişdimi? Orqan yox. Orqan quşlarda yaranır. Toxuma var idi bəs? Toxuma demək yox, toxuma Yox idi, bəli. Düzdür, çox hüceyrəlilik əmələ gəlmişdi. Hüceyrələrin amma orqan toxuma yox idi. hüceyrələrin ixtisaslaşması var idi, amma toxum orqan strukturu yox idi. Onda biz bunları hansı səviyyədə öyrənə bilmərik? Biz bunları toxum orqan Bəli, səviyyəsində əla, öyrənmərik. toxum orqan səviyyəsində öyrənə bilmərik, düzdür. Bəs hüceyrə nəzəriyyəsinin neçənci müddəasını bunlara aid edə bilmərik? 4-cü müddəası. Əla, nə deyir ki 4-cü müddəada? Çünki 4-cü müddəada deyir ki, demək toxumalar birləşərək orqanlar əməliyyat, orqanlar bir-birə sinir humoral yolla tənzimlənirlər. Əla müəllimə, çox gözəl. Səciyyəvi əlamətləri nə idi bunların? Yəni yalnız bu tipə. Aha. Yalnız birinci səciyyəvi əlamətlər bunların bağırsaqların boşluğudur. Əla. Biri də var idi ki, yalnız bunlardadır, başqa heç bir canlıda yoxdur. Hansı hüceyrələr yalnız bunlardadır? Hə, dalayıcı Bəli, hüceyrələr. dalayıcı hüceyrələr hidranın ən çox hansı hissəsində olur? Dalayıcı hüceyrələr ən çox xaricdə olur, ektoderm hüceyrəsi. Qolcuqlar yerləşən hissədə. Bəli, Qolcuqlarında, ən çox düzdür. Qolcuqlar yerləşən hissədə olur, düzdür. Aktiv hərəkət edən bağırsaq boşluqlar hansılardır? Passiv hərəkət edənlər necə adlanır? Az hərəkət edənlər. Bunlar aktiv eləyənlərdə var, passiv eləyən. Məsələn, Aurelia meduzası aktiv hərəkət eləyir, amma Stevra meduza passivdir, o suyun dibində yaşayırdı. Bəli, o bildik. Yəni aktiv hərəkət edən nümayəndələri meduzalardır. Bunu bildik. Meduzalardan da düz deyirsiniz. Aurelia Sianiyaya aktiv hərəkət eləyir. Stavromeduza. Stavromeduza, bəli. Bəli. Bu istisna haldır ki, meduzaların passiv nümayəndəsi, düzdür. Biz bu meduzaların hərəkətinə necə hərəkət deyirdik? Nəyin hərəkətinə oxşadırdıq? Bunların hərəkətini... Bəli, reaktiv hərəkət, düzdür. Bəs passiv hərəkət edən, az hərəkət edən nümayəndələrin adı nə idi? Passiv hərəkət eləyən deyil. Polip. Stevra meduzdan Yox, başqa hidran özü. bir dəqiqə. Onu demirəm. Aktiv hərəkət edən nümayəndələri deyil, Elçin müəllim dedi. Polip. Mərcan polipləri. Bir Bəli. dəqiqə deyim, ən geniş yayılmış da, bunlar deyil, ən geniş yayılmışı da bu mərcan polipləridir, qırmızı mərcan polipləridir. Deməli, bir dəqiqə. Deməli, aktiv hərəkət edənlər adlandı meduzalar, passiv hərəkət edənlər adlandı poliplər. Bir dəqiqə müəllimə. Yox, adlarını, nümayəndələrini soruşmuram müəllimə. Konkret olaraq deyirəm ki, aktiv hərəkət edənlər meduzalardır, passiv, az hərəkət edənlər də polipdir. Polip sözünün mənası nə idi? Polip sözünün mənası çox ayaqlı demək. Çox ayaqlı, bəli. Belə bir ifadə işlətsəm düz olarmı ki, bütün meduzalar fəal hərəkət edir? Bütün meduzalar fəal hərəkət etmir axı. Hansı fəal hərəkət etmirdi? Bayaq dedik. Hərəkət etməyən dediyimizdə Stevra meduzadır. Stavromeduza, bəli. Stavromeduza, düzdür. Bəli. Harda yaşayır? Bu bağırsaq boşluqların nümayəndələri harda yaşayırlar? Məsələn, göstərmə olaraq Sakit və Hind okeanında o mərcan poliplərinin kiraz skeletləri tapılıbdır. Deməli, şirin sularda yaşayan nümayəndələri var, dəniz və okeanlarda yaşayan nümayəndələri var, bəli. Şirin sularda da var. Bəli, neçə sinfi var bağırsaq boşluqlar tipinin? Bağırsaq boşluqlar sinifi, bax göstərmə olaraq hidrozalar sinifini göstərmə olaraq. Ondan sonra sifoid meduzalar göstərmə olaraq, bir də mərcan polipləri. Mərcan polip. Oturaq həyat tərzi keçirdən hansı sinifdir? Hidran özüdür, hidroz Ay, var. sağ olun, düzdür müəllimə, tamamilə doğrudur. Hidrozu vardır, hidran özü də hidra cinsdir, amma növ deyəndə şirin su hidrası deyil növ olaraq. Bəli. Yaxşı müəllimə, yaşıl evqlenada belə bir sual versəm sizə. Yaşıl evqlenada işıqda neçə orqanoiddə, qaranlıqda neçə orqanoiddə, belə deyək də, məsəl üçün, karbohidratın sintezi gedər. İşıqda karbohidratın sintezi gedir.
Sualı başa düşmədim. Necə deyim? Yaşıl evglenanın işıqda neçə orqanoidində karbohidratın sintezi gedər? Yaşıl evglena qaranlıqda olarsa neçə orqanoiddə karbohidrat sintezi gedər? Deməli bunlarda 20-25 ədəd şeylər var, xromatoforlar Aha, vardır. bəli. İşıqda bu 20-25'ə qədər xromotor varsa, bəli, bu işıqda bunlarda gedəcəkdir. 20-25'ə qədər. Başqa karbohidratın sintezi başqa hansı orqanoidlərdə gedir? Başqa orqanoidində yaşıl evglenanın hansı orqanoidində gedə bilər? Holca aparatında? Şeydə, qırmızı gözlü. Yox, müəllimə. Karbohidrat sintezi Holca aparatında gedir. Şeydə, Holcu kompleksində gedir, Bir də- karbohidrat sintezi. bir də- Bir də endoplazmatik şəbəkədə gedir də. Hamarin. Bir dəqiqə, ay müəllimlər, bağlayın mikrofonları. Şeydə, qırışlıda Müəllimlər. sintezi gedir. Bir hamarda o gedir. Kəsə və Hamarda konkret, gedir, bir də o kəsə və konkret qaranlıqda ikisindədir, işıqda Deməli, rəsmi müəllimə, Holca aparatında gedə bilər karbohidratın sintezi. Hamar endoplazmatik şəbəkədə gedə bilər. Bir də bunlarda da xloroplast yoxdur da, xromatoforda gedə bilər. Bəli. Onda işıqda neçə orqanoiddə oldu? Üçündə. orqanoiddə oldu. Bəli, işıqda üçündə gedə bilər. Bəs evglena qaranlıqdadırsa neçə orqanoiddə gedəcək? Evgelene qaranlıqdası ikisində Bəli. gedir də. Hansında? Holcu ilə hamarda. Əla. Yəni burada xromatofor fəaliyyət göstərmir. Düzdür. Yox, Yaşıl yox, evglena fəaliyyət necə qidalanır? Avtotrof, heterotrof yoxsa miksotrof? Yaşıl evgelene həm xromatoforuna görə, həm bitki kimi, həm də şey Deməli kimi. miksotrof. Onca Miksotrof. bunu- Bəli. Şeydir, həm miksotrof da, həm Ayla. avtotrof Oldu gedir, həm müəllimə. miksotrof. Oldu. Siz bağlayın mikrofonu. Təşəkkür edirəm. Elçin müəllimlə davam edək. Elçin müəllim, siz açın mikrofonu. Elçin müəllim, bax, dedi ki, yaşıl evglenada işıqda 3 orqanoiddə, qaranlıqda 2 orqanoiddə karbohidrat sintezi gedir. Bəs digər ibtidailərdə neçə orqanoiddə karbohidratın sintezi gedər? digər orqanoidlər Digər ibtidailərdə neçə orqanoiddə? canlılardan söhbət gedir də. Bəli, digər ibtidailər, amöb, yaşıl infizor tərlik, digər ibtidailərdə neçə orqanoiddə karbohidratın sintezi gedər? Onlardan o xlorofil sistemin çıxanda qalır ikisi. Bəli, ikisində, deməli ikisində. Holca Bəli, aparatında, bəli. hamar endoplazmatik şəbəkədə, bəli. bəli. Yalançı ayaqlar amöbdə hansı funksiyaları yerinə yetirir? Yalançı ayaqlar. Mənim yalançı ayaqlar staplozma çıxıntısı olub. Həm qidalanma, həm də ki qidanın tutulmasında hərəkətdə iştirak edir. Bəli, qidalanma və hərəkətdə iştirak eləyir, düzdür, doğrudur. Yaxşı, amöbdə, yaşıl evglenada, infizor tərlikdə hansında xarici qılaf var, hansında yoxdur, hansında tam formalaşıb, tam formalaşmayıb? Mənim ümumiyyətcə götürəndə adi amöbdə qılaf yoxdur. Qılaf olmadığına görə də o dəyişkən mənasındadır. Qılaf yoxdur deyəndə, baxın, qılaf xarici və daxili olur. Dəqiq deyək də, xarici qılaf yoxdur. Mənim söhbət orada xarici qılafdan Bəli, daxili gedir. qılaf, yəni plazmatik membran var, bəli. Bəs yaşıl evglenada? Yaşıl evgelenada demək olar ki, qılaf vardı onda. Var. Elə də möhkəm var. Bəli, Qılaf bəli. var. Ancaq tam formalı Əla. isə infizor tərlikdə. Bəli, əla. Yaşıl evglenada tam formalaşmayıb, infizor tərlikdə tam formalaşmış xarici qılaf var. Əla, elə bunu soruşurdum mənim. Əla. Yaxşı, amöb, yaşıl evglenada, Volivoxda, infizor tərlikdə ifrazat vakualı haqqında məlumat verin. Hə, mənim bana birinci adi amöbdə ifrazat vakulu var. Neçədən idi? İfrazat. Onlarda bir dənə ifrazat Bəli, vakulu var. bir dənə idi, ifrazat adi vakulu, amöbdə. düzdür. Sonra gəlir Evgelenada. Evgelenada da bir dənə ifrazat vakulu var idi. Ancaq infizor tərlikdə məncə 2 dənə ifrazat vakulu var. Bəli, 2 ifrazat vakualı isə gətirici kanalcıqları olan ulduza bənzər ifrazat vakualı. Gətirici kanalcıqları olan, biri öndə, biri arxada idi, bəli. Bəs yaşıl evglena da harda idi ifrazat vakualı? Ön tərəfdə yoxsa arxa tərəfdə? Yaşıl evgelenada elə bir ifrazat vakulu ön tərəfdə olmalı idi. Bəs amöbdə ifrazat vakualının sayı ümumiyyətlə bir dənədir yoxsa çoxdur? Bir dənə ifrazat vakulu. Bəs həzm vakualının sayı nə qədərdir amöbdə? Müəllim, həzm
Məncə vakolunun çayı bir dənə demək olmazdı ona. Amöbdə nə qədər idi? Əla. Bəli, qidanın sayı qədər. Bəli. Qidanın Əla. sayından asılı. Bəli, bəli. Qidanın sayı qədər. Evglenanın hansı tərəfi küt idi, hansı tərəfi sivri idi? Mənim Evgelananın elə bil ön tərəfdən kütləşmiş idi. Arxa tərəfdən isə sivrilmiş. Bəli, nüvə olması hansı idi. tərəfdə idi? Küt tərəfdə yoxsa sivri tərəfdə? Nüvə. Hə, nüvə demək olar ki, onun sivri tərəfində. Əla, düz. Yox, Düz hə, deyirsiniz. sivri. Arxa sivri tərəfdə, düz deyirsiniz. Sivri tərəfdə. İnfizor tərliyin çoxalması haqqında məlumat verin. Mənim infizor tərlik, elə bil ki, infizor tərlik ümumiyyətcə bunlardan fərqli olaraq iki cür çoxalırlar. Həm cinsi çoxalırlar, həm də ki, qeyri-cinsi. Bəli. Qeyri-cinsi çoxalma yalnız onlar elə bil enə istiqamətdə bölünürlər iki yerə. Bax, onun qeyri-cinsi çoxalmasıdır. Bəli. Ancaq cinsi çoxalması zamanı ona konjugasiya da deyilir. Siz mənim o prosesdə Bir dənə danışarsınız, bir dəqiqə. Bax, dediniz qeyri-cinsi çoxalması sadə bölünmə yolu ilə gedir, düzdür? Eninə bölünür. Nüvələr iştirak edir qeyri-cinsi çoxalmada. Nüvə bölünməsi baş verir. Yox, nüvə bölünməsi müəllimə cinsi çoxalmada baş Yox, verir. nüvə bölünür axı. Bəs nüvə Hə, burada da nüvə bölünür. bölünür. Burada da nüvə bölünür. Həm böyük nüvə, həm kiçik nüvə ikisi də bölünür. İkisi də Sonra bölünür, infizorun bədəni enli istiqamətdə bölünür. Yaxşı, bunu necə eləyəcəyik? Nə qədər vaxtda? Məsələn, bakteriyada deyirdi 20-30 dəqiqədən bir bölünür. Bəs infizor tərlik necə? Mənim infizor tərlikdə 24 saat ərzində bir dəfə bölünür. Özdə 2 dənə yeni infizor alır. Bəli, deməli bir Ancaq sutkada bir cinsdə- dəfə. Bəli, bir Bəli, sutkada bir dəfə bölünür və demişdik ki, bakteriyalar kimi hesablayırıq bunları da. Amma burada Bəli, 20-30 dəqiqənin yerinə bir sutka götürürük də. Bunun Yaxşı. sonra məsələni eləmək olar. Aha, hansı nüvə olmasa, infizor tərliyin hansı nüvəsi olmasa o məhv olar. Aha, mənim orada 2 dənə nüvə var da. Biri kiçik nüvədir, biri də böyük nüvədir. Dedik axı kiçik nüvə çoxalmada iştirak edir. Bəli. Ancaq böyük nüvə qidalanma o digər tənəffüs proseslərində Bəli. iştirak edir. Aydın məsələdir ki, burada elə bil ki, bu böyük nüvə olmasa o məhv Bəli, edir, bəli. dağılması. Böyük nüvə olmasa düzdür, məhv ola bilər, düzdür. Məhv də Bəs ola bilər, bəli. infizor tərliyin cinsi çoxalması dediniz ki, konjugasiya ilə gedir. Say artımı baş verir. Mənim xeyr, bunlarda demək olar ki, say olmur. Elə bir dənə əmələ Ha, gəlir. necə baş verir o proses? Mənim o onu danışım Buyurun, istəyir. buyurun. Bax, elə bil iki tərlik arasında baş verir. Əvvəl onlar ağız olan tərəfdən birləşirlər. Aha. Ağız olan tərəf. Deməli bu zaman qılafın əriməsi baş verir. Və staplozmaları elə bil ki, burada iri nüvə dağılır, kiçik nüvə isə bir neçə dəfə bölünməyə məruz qalır. Aha. Və hər fərddə 2 ədəd cinsiyyət nüvəsi yaranır. Bax bunun çoxalması budur. Bəli. Deməli, say artmır, sadəcə olaraq belə deyək də dözümlülük artır, genetik çeşidlilik Dözümlülük yaranır da. Bəli. Elə bir dənə alınır da, bir dənə alınır olar. Düzdür müəllim. Yaxşı, adi amöbün dizenteriya amöbündən fərqi nədir? Aha. Mənim adi amöbün belə deyək də, birinci adi amöb parazit deyil, dizenteriya amöbü deməli parazitdir. Mən belə deyim də sizə kömək edeyim. Hansı sərbəstdir, hansı parazitdir? Deməli sərbəst amöbdir, parazit dizenteriya Aha, amöbüdür. düzdür. Hansının sistası bir nüvəli olur, hansının sistası 4 nüvəli olur? Mənim aydın məsəl ki, parazitlərdə 4 nüvəlidir. Aha. O parazit olmayanlardakı bir nüvəlidir. Bəli, hansının yalançı ayağı uzundur, hansınınki qısadır? Aydın məsələdir ki, elə bil adi amöbdə yalançı ayaqlar dizenteriya amöbündən qısa olur. Yox, əksinə. Daha Əksinə. uzun olur, daha doğrusu. Adi amöbdə uzun olur, dizenteriya amöbündə qısa olur. Bəli. Bəli, qısa olur. Yaxşı. Adi amöb harda yaşayır, dizenteriya amöbü harda yaşayır? Aha, mənim adi amöb demək olar ki, 2 dənə yediyə şirin su hövzələrində bir də lilin içərisində yaşayır adi amöb. Şirin sularda, bəli. Ancaq dizenteriya amöbü aydın məsəl ki, yoğun bağırsaqlarda yaşayır. Əla, yoğun bağırsaqda yaşayır, düzdür. Törətdiyi xəstəliyin adı nədir? Hansı? Törətdiyi xəstəliyin adı. Elə dizenteriya xəstəliyidir də müəllim. Ay sağ ol. Amöb dizenteriyası da deyirlər, amöbiyoz da deyirlər, amöbiyoz. Amöbiyoz da deyirlər, Bəli. dizenteriya xəstəliyi. Qanlı ishal da deyirlər, qanlı ishal da deyirlər. Bəli, onun əlamətləri orada Bəli, hamısı var. dizenteriya amöbünün neçə sahibi var? Dizenteriya sahibi Neçə sahibi deməli, var? əsas
müəllim, onlar insanda Bəli, yaşayırlar da. deməli insan bir dənə sahibi var. İnsanın hansı mərhələdə daxil olur, hansı mərhələdə xaric olur? Deməli insana elə bil ki, ətraf mühit daxil olur, sistem mərhələsində xaric olur. 4 nüvəli sistem. 4 nüvəli daxil olur, 4 nüvəli Bəli, xaric olur. bəli. 4 nüvəli sistem mərhələsinə daxil olur, 4 nüvəli sistem mərhələsinə də xaric olur deyirik. Bəli. 4 nüvəli sistadan, yəni bir dənə sistadan neçə amöb yaranır? 4 nüvəli sistadan cəmsi 8 də. Əla, 8. Bəli. Yaxşı, bunları dedik. Bax, dediniz ki, törətdiyi xəstəliyin adı amöbiozdur. Yəni, amöblər törədir də. Bəs yayan kimdir bu xəstəliyi? Yayanlar hansı canlılardır? Aha, bu deməli xəstəlik yayanlar məncə bunlar dizenteriyaçı milçəklər. Milçəklər, əla, milçəklər. Milçək, yox, müəllim düzdür, milçəklər. Elçin müəllim, onun gedişatını deyə bilərsiniz. Bax, xarici mühitdə 4 nüvəli sista milçəklər vasitəsilə gəlir, yayılır. Sonra nə baş verir? İnsan düşür ağzına. Sonra? O hansı xəstəlik deməlim deyirsiniz? Dizenteriya, amöbiozu deyirəm. Amobiyoz xəstəliyi. Müəllimə, deməli bax belə deyək də, amobiyoz xəstəliyi nədir? Deməli birinci o Bax, mən sizə kömək edeyim. 4 nüvəli sista milçəklər vasitəsilə ya insanın qidasına düşür, oradan gəlir insanın ağzına. Ağızdan keçir, udlaq. udlaqdan sonra demək olar ki, yoğun bağırsaqlara keçir. Yox, udlaqdan sonra yoğun bağırsaq gəlmir axı. Qida borusu, mədə, bağırsaq, sonra nə olur? Axırda da yoğun bağırsaqdır. Elə bil demək olar ki, mərhələ ilə aşağı qədər qida sistemində hamısında olurdu, o gəlir. Axırda yoğun bağırsaq. Ya, gəldi, düşdü bağırsağa. Bağırsaqda nə baş verir? Bağırsaqda ishal baş verir. Yox, müəllim. Axı 4 nüvəli sista mərhələsində gəldi, düşdü bağırsağa. Bağırsaqda fermentlərin təsirindən sistanın qabığı əriyir və nüvəsi 2-yə bölünür. Həmin sistan 4 nüvəli deyildi. O 4 dənə nüvənin hər biri 2 yerə bölünür. Və bir dənə sistadan 8 amöb yaranır. Bayaq dediniz özünüzdə. Baxın necə baş verdi. Xarici mühitdə milçəklər 4 nüvəli sistanı nəcis vasitəsilə gəlib yayırlar. Onu deməli insan qida vasitəsilə düşür insanın ağzına, udlaq, qida borusu, mədə, bağırsaq. Bağırsaqda bilir ki, fermentlər var da. Bağırsaq fermentlərinin təsirindən sistanın qabığı əriyir və hər bir sistanın içində olan nüvə, 4 dənə nüvə 2-yə bölünür və bir sistadan 8 amöb yaranır. Sonra amöblər başlayır yavaş-yavaş yoğun bağırsağa. Yoğun bağırsağın düşəndə o yoğun bağırsağın seliflik qişasına daxil olurlar və orada belə deyək də başlayırlar qidalanmağa. Yəni seliflik qişanın kapilyarlarını zədələyirlər və başlayır qanaxma başlamağa. Və aşağı hissələrə düşdükdə artıq əlverişli mühit olmadığına görə hər bir amöb sistalaşaraq 4 nüvəli sistaya çevrilərək elə 4 nüvəli sista mərhələsində də xaric olurlar. Bu belə. Yaxşı, biraz bağırsaq boşluqlar tipindən də sual cavab eləyək. Siz mənə deyin, zəhmət olmasa, deməli, bağırsaq boşluqlar tipində əlverişli şəraitdə ektoderma, endoderma qatında neçə növ, neçə qrup hüceyrəyə rast gəlinir? Qeyri-cinsi çoxalma zamanı. Əgər amöb qeyri-cinsi yolla çoxalırsa, əlverişli şəraitdirsə, deməli qeyri-cinsi yolla çoxalacaq da, əlverişlidə. Onun ektoderma qatında, endoderma qatında neçə qrup, neçə növ hüceyrəyə rast gələcək? Neçə qrup, neçə növ? Ümumi 5 qrup 6 növ. Elçin müəllim, əlverişli şəraitdir. Düzdürmü? Ektoderma qatında neçə növ, neçə qrup hüceyrə olacaq? Neçə qrup, Bəli. neçə növ? Məncə 2. Yox. Biz onu, mənim vaxt keçməsin deyin də. Yaxşı, sizin vaxtınız tamamdır. Bağlayın siz mikrofonu. Firidə müəllimə ilə davam eləyək. Firidə müəllimə, siz açın mikrofonu zəhmət olmasa. Hə, siz cavablandırın. Bax, deyirəm ki, hidra əlverişli şəraitdədir. Əlverişli şəraitdə biz bilirik ki, hidra hansı yolla çoxalacaq? Qeyri-cinsi yoxsa cinsi? Əlverişli şəraitdə Aysu, onu azalt biraz. Yox, əlverişli şəraitdə. Qeyri-cinsi yolla.
Ektoderma şəraitdə qatında hansı hüceyrələr olacaq? Sayın görək. əlverişli qeyri-cinsi yox. Ektoderma qatında hansı hüceyrələr olacaq? Ektoderma qatında olan hüceyrələr sinir hüceyrələrdir, aralıq hüceyrələrdir, dalayıcı hüceyrələrdir, demək ki, dəri əzələ hüceyrələrdir. Aha. Bir də Burada dayanaq, bir də yoxdur. Nə? Çünki əlverişli şəraitdədir. Hə. Deməli, əlverişli şəraitdədirsə, qeyri-cinsi yola çoxalır. Əlverişlidirsə, onda cinsiyyət hüceyrələri əmələ gəlmir. Saydığımız 4 dənə hüceyrə, 4 qrup, 4 növ. Aydındır? Yaxşı, bəs endoderma qatında neçə qrup, neçə növ hüceyrə olacaq? endoderma qatında dəri əzələ, Dəri əzələ yox, həzm əzələ, dəri əzələ yox. Həzm əzələ, bir də vəzli. Bir də vəzli. həzm əzələ, bir də vəzli. Deməli, 2 növ, 1 qrup. 2 növ, 1 qrup. Həzm əzələ. Onda cəmi sual verilsə ki, əlverişli şəraitdə, hidrada neçə növ, neçə qrup hüceyrəyə rast gəlirik? Deyirik, ektodermada 4 qrup, 4 növ, endodermada 2 növ, 1 qrup. Cəmi 6 növ, 5 qrup. Bu oldu əlverişli şərait. İndi Firidə müəllimə, hidra əlverişsiz şəraitdədir. Əlverişsiz şəraitdədirsə, onda onun ektoderma qatında neçə növ, neçə qrup hüceyrə olacaq? 6 qrup 8 növ olmur. Cinsini də gəlir. Bəlkə 6, düz deyirsiniz, 6 qrup 8 növ, bəli. Qrup 8. Cinsini də gəldi üstünə. Hansılar oldu Firidə müəllimə? Sayın görək o 6 qrup 8 növ hüceyrə hansıdır ektodermada olan? Ektodermada olan Bəli, əlverişsizdir şərait. dəri əzələ, Aha. sinir, Aralıq, dalayıcı, spermatozoid, yumurta hüceyrə. spermatozoid, yumurta. Bəli, deməli dəri əzələ, sinir, aralıq, dalayıcı, bir də nə dedik? Nə qaldı? Yox. Deməli 5 qrup oldu da cinsiyyət hüceyrəsi. Əvvəl 4 qrup deyildi, 4 qrup. İndi 5 qrup oldu. Cinsiyyət hüceyrəsini də daxillədik, düzdürmü? Deməli onda 5 qrup neçə növ olacaq? Cinsiyyət hüceyrəsini 2 növ götürürük. Çünki hermafroditdə axı ikisi də əmələ gəlir. 6 növ. 1 artı. 5 qrup 6 növ. Bayaq deyirdi ki 4 qrup 4 növ, indi deyəcək 5 qrup 6 növ. Niyə 5 qrup? Çünki cinsiyyət hüceyrəsində 2 növ var axı. Yumurta hüceyrə, spermatozoid. Ona görə əlverişli şəraitdə 4 qrup 4 növ ektodermada. Əlverişsiz şəraitdə 5 qrup 6 növ. İndi keçək endoderma. Endoderma dəyişmir. Elə olduğu kimi də əlverişli də oldu, əlverişsiz oldu, fərq eləmir. 2 növ 1 qrup hüceyrə olur. Cəmi 6 qrup 8 növ hüceyrəyə rast gələcəyik. Aydın oldu müəllimlər bura? Yaxşı. Bəs əgər desələr ki, hidrada 6 qrup 7 növ hüceyrə var. Bu nə anlamına gəlir? Deyirəm ki, bir var, deyirəm ki, hidranın deməli ektoderma, endoderma qatında 6 qrup 8 növ hüceyrə var. Birində də deyirəm ki, 6 qrup 7 növ hüceyrə var. Bunların fərqi nədir? Burada ya yumurta hüceyrə olacaq, ya da Əla, bəli. Əgər 6 qrup 8 növdürsə, hermafroditdir. Əgər 6 qrup 7 növdürsə, onda ayrıcinslidir. Ya yumurta hüceyrəsi var, ya da spermatozoidi var. Bəli, bəli, düzdür. Əla müəllimə, doğrudur. ya da spermatozoid. Bəli, bəli. Yaxşı Firidə müəllimə, bax, belə bir sual verim. Xarici qatda dediniz ki, hüceyrələri saydınız. Xarici qatın hüceyrələrini bir də sayın zəhmət olmasa. Xarici qatın hüceyrələri, dəri əzələ hüceyrələri, aralıq hüceyrələri, sinir hüceyrələri, dalayıcı hüceyrələr, Bir də yumurta hüceyrə. Bir də bir də yumurta. yumurta hüceyrə, bir də spermatozoid. Spermatozoid. Aha. İndi belə bir sual verim. Hidranın xarici qatında ən çox rast gəlinən hüceyrələr hansılardır? Ən çox rast gəlinən hüceyrələr dəri əzələ hüceyrələri. Əla, düzdür. Ulduza bənzər hüceyrələr hansılardır? Ulduza bənzər hüceyrələr sinir hüceyrələri. Əla, ən kiçik cinsiyyət hüceyrələri hansılardır? Ən kiçik cinsiyyət hüceyrələri spermatozoid. Bəli, ən böyük cinsiyyət hüceyrəsi hansıdır? Yumurta hüceyrələri. Bəli, ən az rast gəlinən hüceyrələr hansılardır? Ən az rast gəlinən. Ən az rast gəlinən hüceyrələr Bayaq da demişdim, ən az rast gəlinən.
Aygün müəllimə dedimi bayaq ən çox rast gəlinən dərəzələ, ən az rast gəlinən yumurta, yumurta hüceyrə, yumurta hüceyrə, bəli. Bəli. Ən kiçik cinsiyyət hüceyrəsi dedi spermatozoid. Bəs ən kiçik somatik hüceyrə? Ən kiçik somatik hüceyrə. Bəli. Aralıq hüceyrə. Ən kiçik somatik hüceyrə də aralıq hüceyrədir. Yaxşı, regenerasiya edərək digər hüceyrələrə başlanğıc verən hüceyrə. Necə? Regenerasiya edərək digər hüceyrələrə başlanğıc aralıq hüceyrə, düzdür. Ən uzun hüceyrə, ən uzun. Ən uzun hüceyrə sinir hüceyrəsi. Əla, ən uzun hüceyrə sinir hüceyrəsidir, düzdür müəllimə. Yaxşı. 1 metrə qədər uzunluqda olur. Bəli. Bitkilərdəki törədici toxumaya oxşayan hüceyrələr. Bitkinin törədici toxumasının funksiyasını yerinə yetirən, onlara oxşayan hüceyrələr hansılardır hidrada? Bunlarda aralıq hüceyrələr olur. Əla müəllimə, düzdür. Bəli, çünki aralıq hüceyrələr digər hüceyrələrə başlanğıc verə bilir. Orada da törədici toxumaların. Bəli, bəli. Yəni digər hüceyrələrə başlanğıc verə bilir. Bəli. Bağırsaq boşluqlarda neçə növ hərəkət orqanoidinə rast gəldik? Bağırsaq boşluqlarda neçə növ hərəkət orqanoidi? 4. 4-ünə də rast gəldik. Bəli, düzdür. Bəs hidralarda neçə növ hərəkət orqanoidinə rast gəldik? Hidralarda 3-ünə. Aha. Nə yəni ki, 3-ü hansı idi? 3-ü yalançı ayaqlar, demək ki, kirpiklər, qamçılar. Yox, kirpik var idi ki, hidrada. Kirpik yox idi axı. Yalançı ayaq var idi, qamçı var idi, bir də miofibril var idi, 3-ünə. Amma ümumi bağırsaq boşluqlar desə, onda 4-ünə. Yaxşı, kirpiklər harda idi ki, bağırsaq boşluqlarda 4 dənə dedik? Bağırsaq boşluqlarda kirpiklər infizor tərlikdədir. Yox, infizor tərlik bağırsaq boşluqlara aid deyil müəllimə. İnfizor tərlik başqa şeydir. Başqa heyvandır. Müəllimlər kim deyər? Bağırsaq boşluqlarda dedik ki, 4 növ hərəkət orqanoidin 4-ü də var. Yaxşı. Böyük meduzalarda. Bəli, nəyində? Meduzanın nəyində var idi kirpik? Planular. Əla, bəli. Meduzanın planulardan sürfəsində. Bəli, bəli, bəli. Deməli, bağırsaq boşluqlar tipində 4 növ hərəkət orqanoidin 4-ü də var. Amma hidrada 3-üdür. 3 dənə. Yaxşı, yalançı ayaqları olub amöbə bənzər hüceyrələr hansılardır xarici qatda? Yalançı ayaqları olub amöbə bənzər hüceyrələr hansılardır? Hidranın hansı hüceyrəsinin yalançı ayağı var idi, amöbə oxşuyurdu? Yox, yox. Hidranın hansı hüceyrələrinin yalançı ayaqları var idi, amöbə oxşuyurdu? Yumurta hüceyrənin, bəli. Bəs spermatozoidin nəyi var idi? Qamçısı. Deməli, həm yalançı yumurta hüceyrəsi, həm də spermatozoidi ibtidai heyvanlara oxşuyurdu. Spermatozoid ibtidai qamçıllara, yumurta hüceyrədə yalançı ayaqları olan amöbə oxşuyurdu. Hətta belə bir fikir də var ki, o yalançı ayaqları vasitəsilə hidranın aralıq hüceyrələrini udur, özünə enerji toplayır və sonra başlayır mayalanmadan sonra bölünüb çoxalma. Yəni belə bir fikir deyirlər ki, belə bir fikir var. Yaxşı. Bunları dedik müəllimə. Bunları dedik. Bir balaca ibtidailərdən də sual cavab eləyək sizlə. Siz mənə deyin, zəhmət olmasa, deməli nəyi deyək? Yaşıl evqlenanın ön küt hissəsi dedik, arxada sivri hissə dedik, düzdürmü? Yaşıl evqlenanın ön hissəsində, yəni küt hissəsində nələr var, hansı strukturlar var? Ön küt hissədə bir qamçıdır, bir qırmızı gölcükdür, demək ki, ifrazat vakuolu arxada. Bəli, yığılıb açılan vakual bir ədəd, ifrazat vakualı. Bəli. Bəs arxa hissəsində nə var? Arxa sivri hissəsində? Arxa hissədə nüvədir, xromatofor... Yox, xromatofor arxa hissədə deyil. Bir ədəd iri nüvə, bir ədəd iri nüvə. Xromatofor neçə dənədir? 20-25-ə qədər xromatofor var. Əla müəllimə, düz. Bir evqlenada neçə ifrazat vakualı var? Bir evqlenada ifrazat vakuolu yediyi qidanın miqdarından asılı olaraq dəyişir. Yox, ifrazat vakualı. O bir dənə. Hayır, bir dənə. Bəli, deməli bir dənə evqlenada bir dənə ifrazat vakualı var. Neçə dənə nüvə var? Neçə ədəd nüvə var?
Bir ədəd. Bəli, neçə ədəd qamçı var? Yaşıl evlərində bir ədəd. Bir ədəd, bəli, düzdür müəllimə. Bir ədəd. Yaxşı. Yaşıl evlərində bir ədəd. Volvox koloniyası nə qədər hüceyrədən təşkil olunub? Volvox koloniyası 10-15 minə qədər. Yox, bayaq düz dediniz. Minə qədər. Minə qədər. 10-15 min bilirsiniz nədir? İnfizor təlikdəki kirpiklərin sayı. Kirpiklərin Bəli, sayı. minə qədər hüceyrədən təşkil olunub, düzdür. Bəs bu hüceyrələr bir-birlərinə nə vasitəsilə bağlanıblar? Bu hüceyrələr bir-birinə sitoplazmanın çıxıntıları vasitəsilə birləşir. Sitoplazmatik körpülər, bəli, sitoplazmatik körpücüklər. Sitoplazmatik körpülər. Ay, sağ ol, düzdür. Yaxşı. Yaxşı. Aha. Volvox koloniyasının diametrini, məsəl üçün belə bir məsələ deyim sizə. Əgər koloniyanın diametri 2 dəfə artsa, onda belə deyək də, koloniyada olan fərdlərin sayı neçə dəfə artar? Koloniyada olan fərdlərin sayı 4 dəfə artar. Əla, bəli. Eyni bəbəkdəki kimi, bəbəyin diametri ilə torlu qışanın işıqlanma intensivliyi kimi, bəli. N dəfə artarsa, N-in kvadratı qədər artar, N dəfə azalarsa, N-in kvadratı qədər də azalar. Bəli, düzdür. Bunları dedik. Yaxşı, bir dənə Volvoxun bir dənə hüceyrəsində neçə nüvə var? Bir hüceyrəsində Volvoxun. Bir hüceyrəsində bir nüvə var. Neçə ifrazat vakualı var? Bir dənə. Bir dənə. İfrazat vakualı var. Bir dənə, bəli. Neçə xromatofor var? Birdir. O Bəli, hər bir birində dənə. Neçə gözcük var? Qırmızı gözcük. Bir. Bir. Neçə qamçı var? 2 qamçı. 2 qamçı, bəli. Nə formadadır bu hüceyrələr? Forması necədir? Armud. Ay, sağ olun, düzdür müəllimə. Armuda Armud bənzər. Əla, düzdür. Armuda bənzər formada olub. Bunları üstdən örtən qılaf da artıq formalaşmış qılafdır. Bunların üzərini örtən. Məsələn, yaşıl evleniyə baxan yerdə, o nədir, amyoba baxan yerdə bunlarda daha formalaşıb da üstdən örtən. Tam formalaşmış o infizor tərlikdədir. Tam formalaşmış qılaf infizor tərlikdədir. Yaxşı. Bax, ibtidailərin hansı tipidir ki, onlarda ümumiyyətlə hərəkət orqanoidi yoxdur, həzm vakualı yoxdur? Nədir? Malyariya paraziti. Yəni sporlar tipi, bəli. Sporlar tipində Sporlar nə hərəkət orqanoidi yoxdur, nə də həzm vakualı yoxdur, bəli. Neçə sinfi var sporlar tipinin? Hazır üzüm maddələrlə qidalandıqlarına görə. Neçə tipi var? Sinfi var. Sinifi, sporlar sinifin demək, malyariya paraziti, dizenteriya amyobu. Koksidi kimilər, bir də Qriqarinlər. qriqarinlər, düzdür, bəli. Koksidi kimlər, qriqarinlər. İbtidailərin hansı tipidir ki, onların bütün nümayəndələri parazitdir? Bəli, bütün nümayəndələri parazitdir. Sərbəst yaşayan nümayəndələri yoxdur. Sporlar deyil elə. Bəli, sporlar tipi. Bəli, düzdür. Sporlar tipinin sərbəst həyat tərzi keçirdən nümayəndələri yoxdur. Yəni, bütün nümayəndələri deyirik ki, onların parazit həyat tərzi keçirdir. Bəli. Yaxşı. Dalayıcı hüceyrələrin quruluşunu danışın müəllimə. Dalayıcı hüceyrələrin. Dalayıcı hüceyrələr kapsula olur, zəhər kapsulası. Bəli. Boçka formada Aha. elə zəhər kapsulaları olur. Onların içərisində sap şəklində olur. Onlar öz qidalarına, ovuna yaxınlaşanda və yaxud da ki, özlərini qorumaq üçün, təhlükədən qorumaq üçün bu zaman o sapı tullayırlar. Bəli. Tullayan zaman həmən kapsulun içərisindəki zəhərdən onun bədəninə sancır. Bədəninə sancır və onları iflic vəziyyətinə salır. Əla müəllimə, düzdür. Salır və onu həzm etməyə başlayırlar. Əla. Yaxşı, bir dənə dalayıcı hüceyrədə neçə dənə hissedici tükcük olur? Bir dənə dalayıcı hüceyrədə Neçə dənə hissedici tükcük olur və harda yerləşir? Hissedici tükcüklər bilirsiniz harda yerləşir. Siz hüceyrəni bir dənə gözünüzün qabağına gətirin, kənarından bir çıxıntı çıxır, bir dənə. Bax, hissedici tükcük odur. Deməli, dalayıcı hüceyrə, bir dənə şəkilə baxın, əgər şəkil qarşınızdadırsa. Dalayıcı hüceyrənin kənardan bir dənə hissedici tükcük çıxır. Bax, şikar həmin o hissedici tükcüyə dəyəndə o sapı atır çölə.
Aydındır? Bəli. Hiss edici türkçəyə deyəndə Bəli, çapı bəli. atırçınlar. Bəli. Deməli onda bir dənə dalayıcı hüceyrədən neçə dənə hiss edici tükçük var deyəndə deyirik bir ədəd. Bir ədəd. Bircə ədəd, bəli, düzdür. Hidrada yalançı ayaqlar harda rast gəlinir ki? Deyirik ki, hidrada 3 hərəkət orqanoidi var. Yalançı ayağa harda rast gəlinir? Hidralarda Bəli. Yumurta, Qolçuqları var. yumurta hüceyrədə. Bəli. Yaş qamçıya harda rast gəlirik? Bir spermatozoiddə. Spermatozoid, bəli. Bir dənə spermatozoidin neçə qamçısı var? Bir qamçı. Bir qamçı. Başqa harda rast gəlirik qamçıya? Qamçıya. Yaşıl evgiliyada. Yox, söhbət hidradan Həzm gedir. hüceyrəsi. Söhbət hidradan gedir. Həzm hüceyrəsi. Bəli, həzm hüceyrəsində, həzm əzələ hüceyrəsində. Həzm əzələ hüceyrəsinin neçə qamçısı var? 2, bəli. Deməli, bir həzm əzələ hüceyrəsinə rast gəlinir, bir də spermatozoiddə. Yalançı ayağı da yumurta hüceyrədə. Bəs miofibrillə harda rast gəlinir? Həm həzm hüceyrəsində, həm də Əla, bəzi hüceyrəsində. bəli. Həm dəri əzələ hüceyrəsində xarici qatda, həm də həzm əzələ hüceyrəsində daxili qatda. Ən çox hansı hərəkət orqanoidinə rast gəlinir? Deməli, Firidə müəllimə. Firidə müəllimə idi da, hə. Buyurun. Dəri əzələ hüceyrəsində də. Ən çox hansı hərəkət orqanoidinə rast gəlinir deyirəm. Miofibrilə. Miofibrilə, bəli, miofibrilə. Yaxşı müəllimə, təşəkkür edirəm. Siz də mikrofonu bağlayın. Hicran müəllimə ilə davam edək. Buyurun müəllimə, siz sağ olun. Hicran müəllimə. Müəllimə, buyurun. Hə, Hicran müəllimə, hidra yırtıcıdır deyə bilərik biz. Hidra yırtıcıdır. Hidra yırtıcıdır. Bəli, bəs zəhər bəzləri varmı hidrada? Var da müəllimə, dalayıcı hüceyrələrdə var. Ay, sən nədə rol oynayır o? Dalayıcı hüceyrələr hansı funksiyanı yerinə yetirir? Dalayıcı hüceyrə müəllimə, onun içində kapsid var, zəhərli kapsid maddə. Bəli. Zəhərli maddə var. O maddəni də ki, özünü qorumaqdan ötürü. Həm qorumaq, başqa qidalanma da deyə bilərik. Bəli, qidalanmaqda da, bəli, onu İflic yeridir, yəni edir. onu iflic edir. O qidanı nəyindən tutur hidra? Nə ilə tutur? Bəli, bəli. Müəllimə, onun yalançı ayaqları var da. Yox, yox. Yalançı ayaqlar yumurta hüceyrədədir. Var. Qolcuqları vasitəsilə tutur. Bəli. 5 dənə 12 ədəd qolcuq var. Bəli, qolcuqlarındakı dalayıcı hüceyrələr vasitəsilə şikarını iflic eləyir və qidanı ötürür ağzına. Deyir ki, Hicra müəllimə, bu qidada deyir o ağzına ki o qidanı ötürür, onda deyir hidranın qolları da deyir onun ağzında bir müddət qalır, amma deyir qolları həzm olunmur. Sizcə niyə? Qolları həzm olunmur. Bəli, niyə həzm olunmur? Qollar da deyir o ağızda bir müddət qalır. O qidanı ağzına soxanda deyir qolları da bir müddət ağzında qalır, amma deyir hidranın qolları həzm olunmur da. Niyə sizcə? Nəyə görə ola bilər ki, həzm olunmur? Deyə bilərik, davamlıdır öz həzm hüceyrəsinə qarşı qollar. Təbii ki, elə olur. Ona görə də bəli, ona görə də həzm olunmur, Deyə düzdür. bilərik. Bəli. Davamlı. Yaxşı. Deməli, hidrada qida həzm belə deyək də, həzm sistemi neçə istiqamətlidir? Ümumiyyətlə həzm sistemi var hidrada? Həzm sistemi yoxdur müəllimə, amma Yoxdur. bəzilər var da orada. Həzm sistemi yoxdur. Çünki toxum orqan strukturu yoxdur bunlarda, bəli. Bəs necə qidalanır bunlar? Necə qidalanır? Bəli, bəli. Qolcuqların köməyi ilə qidalanır da. Qolcuqların köməyi ilə qida aparılır, nədir, ağza. Ağzı hardadır? Nədir, ağzı döşənə hissədən. Yox, döşənə hissə yapışan hissədir. Qolcuqların arasında. Bəli, bədən kisə formasındadır. Qolcuqlar yerləşən hissə. Döşənək substrata yapışan hissədir, arxa hissəsidir döşənəyi. Qolcuqlar yerləşən nahiyəsində ağzı var. Bəli, ağza getdi qida. Ağızdan hara düşür? Sonra orada müəllimə gedir bağırsaq boşluğuna. Boşluğa düşür, bəli. Sonra nə baş verir? Sonra da oradan həzm hüceyrələrindən gedir həzm vakalına. Sonra burada vəziri hüceyrələr bağırsaq boşluğuna həzm şirəsi ifraz eləyir və bu həzm şirəsinin təsirindən bağırsaq boşluğunda olan qida xırdalanır. Sonra həzm əzələ hüceyrələrində olan
qamçılar vasitəsilə yalançı ayaqlara istiqamətləndirir və yalançı ayaqlar vasitəsilə keçir hüceyrələrin daxilinə. Yaxşı, həzm olunmayan qida qalıqları hara gedir? O da ağız dəliyindən xaric olur. Yenidən ağza qayıdıb xaric olur, bəli. Onda deyə bilərik, bunlarda həzm neçə istiqamətlidir? 2. Bəli. Yəni ağza daxil olur, ağızdan da xaric olur. Qida ağız, ağızdan bağırsaq boşluğu, bağırsaq boşluğundan təkrar ağız, bəli. Yaxşı, qidanın həzmi neçə istiqamətdə gedir? 2 istiqamətdə gedir də müəllimə. Bəli. Həzmli bir də Bəli, 2 istiqamətdə. Birinci boşluqda gedir, boşluq həzmi deyirik. Yəni bağırsaq boşluğunda. İkinci hüceyrə daxilində gedir. Hə, hüceyrə daxil. Aysa, bəs biz həzmi 3 qrupa bölmüşdük. Hüceyrə daxili, hüceyrə xarici, membran həzm. Bunlarda membran həzm var? Yoxdur müəllimə. Xeyr, çünki bunlarda bağırsaq yoxdur. Membran həzm ilk dəfə yassı qurtlarda yaranasıdır, bağırsaq yaranıb deyənə. Bunlarda bir var, hüceyrə daxili, bir də hüceyrə xarici həzm. Hüceyrə xarici bağırsaq boşluğunda gedən həzmdir. Hüceyrə daxildə hüceyrələrin içində həzm və vəzirli hüceyrələrdə gedən həzmdir. Bu belə. Deməli, biri oldu boşluq həzmi, bağırsaq boşluğunda getdi. İkinci oldu hüceyrə daxili. Bəli, bir həzm, bir də vəzirli hüceyrələrin vasitəsilə həyata keçirildi. Düzdür. Yaxşı, həzm sistem deyə bilmərik. Yəni, həzm prosesi xarici mühitə neçə dəliklə açılır, neçə dəliklə əlaqələnir? 2 dəlik olardı. Hansıdır? Biri ağız dəliyidir. Aha. Bir də tullantı dəliyi olardı. Axı, bunlarda yoxdur tullantı dəliyi. Bir dəliklə. Bayaq dediniz ki, qida ağızdan daxil olur, ağızdan da xaric olur. Deməli, bircə dənə dəliklə, bəli. Həzm xarici mühitə yalnız bir dəliklə əlaqələnir, ağızla və salam. Bir istiqamətlidir da, öndən arxaya gedir, arxadan da təzən önə qayıdır. İki istiqamətli. Bir istiqamətli o zaman olar ki, məsəl üçün, bax, heyvanlarda bir istiqamətlidir. İlk dəfə olaraq bir istiqamətli sapqurtlarda yaranıb. Ağızdan daxil olub, analdan da xaric olur, anal dəliyindən. Amma bunlarda iki istiqamətlidir. Ağızdan daxil olur bağırsaq, bağırsaqdan təzədən ağızdan xarici mühitə çıxarılır. Ona görə də iki istiqamətli. Xarici mühitlə bir dəliklə əlaqələnir, yalnız ağız və iki istiqamətlidir, bəli. Tənəffüs var bunlarda, tənəffüs sistemi, qan damar sistemi. Tənəffüsləri bütün bədən səthinəndir müəllimə. Deməli, tənəffüs sistemi yoxdur. Bəs qan damar sistemi var? Qan damar sistemi yoxdur. Yoxdur. İfrazat sistemi varmı? İfrazat sistemi də yoxdur. Bəli, tənəffüs də bədən səthi ilə gedir, ifrazat da bədən səthi ilə gedir, qan damar sistemi də yoxdur. Ümumiyyətlə, bunlarda toxum orqan strukturu yoxdur. Heç bir sistem yoxdur demək olar ki, bəli. İlk dəfə olaraq sadə refleks hansı tipdə əmələ gəldi? Elə bunlardan əmələ gəldi. Ay, sağ olun, düzdür. Ən uzun hüceyrələri hansıdır? Sinir hüceyrələri. Düzdür, sinir hüceyrələridir, düzdür. Bax, hidra cinsi var, bir də şirin su hidrası növdür. Hidra cinsdir, şirin su hidrası növdür. Hansı hidra cinsi ayrı cinslidir, yoxsa hermafroditdir cins olaraq? Hidra ayrı cinsli olacaq müəllimə. Bax, şirin su hidrası necədir? Şirin su hidrası hermafrodit. Əla. Şirin su hidrası hermafroditdir, amma hidra cinsinin ayrı cinsli nümayəndələri də var, hermafrodit nümayəndələri də var. Hidra cinsinin. Amma şirin su hidrası növdür. Görürsünüz, iki adlı adlanır da növ. Şirin su hidrası. O, yalnız hermafroditdir. Bəs mayalanma çarpaz gedir, yoxsa öz-özünü mayalandırır? Mayalanma? Bəli. Hermafroditdir, şirin su hidrası. Hermafroditsə öz-özünü mayalandırır. Yox, müəllimə, yox. Öz-özünü mayalandıran heyvanlar aləmində bir dənə qaraciyər sorusu ilə, yox, öküz solteridir. Çarpaz gedir. Yəni, bir hidranın spermatozoidləri digər hidranın yumurta hüceyrəsini mayalandırır. Şirin su hidrasında həm yumurta hüceyrə var, həm də spermatozoid var. Amma öz-özünü mayalandıra bilmir, çarpaz mayalanır. Deməli, hidra cinsi deyəndə, hidra cinsinin ayrı cinsi nümayəndələri də var, hermafrodit də var. Amma şirin su hidrası yalnız hermafroditdir və mayalanma da çarpaz gedir. Heyvanlar aləmində bir dənə qaraciyər sorusu ilə
lent şəkilli qurdlarda mayalanma çarpaz getmir. Onlar özlərini mayalandırır. Qalan hermafrodit hansı heyvanlar varsa çarpaz gedir. Məsələn, həlqəvi qurdlarda çarpaz gedir, bunlarda çarpaz gedir. Yəni çarpaz mayalanırlar bunlar. Sonra göl ilbizində çarpaz gedir. Neçə cür çoxalır bunlar? Cinsi yoxsa qeyri-cinsi? Müəllimə, bunlarda qeyri-cinsi çoxalma da var, cinsi çoxalma da var, tumurcuqlanma yolu ilə də çoxalma var. Demək, qeyri-cinsi çoxalma hansı yolla gedir? Qeyri-cinsi çoxalma nədir? Tumurcuqlanma, düzdür, tumurcuqlanma, düzdür. Yaxşı, tumurcuqlanma zamanı necə gedir o tumurcuqlanma prosesi? Bir də onu deyin, sonra mikrofonu bağlayın. Mənim orada şişkinlik əmələ gəlir də. Aha. Şişkinlik əmələ gəlir, sonra Bax, dediniz ki, şişkinlik. Yine belə bir sual verim sizə. Hidranın qeyri-cinsi çoxalması zamanı, yəni tumurcuqlanma yolu ilə çoxalması zamanı birinci nə əmələ gəlir? O qabarcıq dediyiniz nədir? Birinci döşənəyə əmələ gəlirmi? Bağırsaq boşluğu əmələ gəlirmi? Ağız əmələ gəlirmi? Qolcuqlar əmələ gəlirmi? Müəllimə, qabarcıq dediyim ağızdır. Yox, müəllimə, ağız deyil. Yox. Yox, yox. Sonra qollara mənə. Yox, heç biri. Yox. Sonra döşənə. Yox. Bax, deyirəm. Hansı? Bəli. Birinci tipin əlaməti yaranır. Bəli, birinci tipin əlaməti üzə çıxır. Ən birinci görürsünüz, qabarcıq odur da, bağırsaq boşluğu yaranır. Sonra onun ön hissəsində ağız, qolcuqlar, ən sonda döşənək yaranır. Döşənək yaranandan sonra qopur, düşür, substrata yapışır, başlayır fəaliyyət göstərməyə. Yaxşı müəllimə, təşəkkür edirəm can. Siz də mikrofonu bağlayın. Namilə müəllimə ilə davam edək. Namilə müəllimə, bax dedik ki, qeyri-cinsi və cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalma əlverişli şəraitdə gedir, yoxsa əlverişsiz? Əlverişli şəraitdə qeyri-cinsi çoxalma, əlverişsiz şəraitdə cinsi çoxalma. Bəli. Qeyri-cinsi, yəni tumurcuqlanma yolundan çoxalma əlverişli şəraitdə gedir. Xarici qatda neçə növ hüceyrəyə rast gəlinir? Deməli, xarici qatında rast gəlinir. Bir saniyə. Yəni, Daxili qatında bizdə 2 cürdür. daxili qatında 2 növ. Bir də vəzili əzələ. Bəli. Xarici qatda o cinsiyyəti çıxın. 4 növ. Bəli. Dalayıcıdır, Aha. sinirdir, aralıqdır. Bəli. Bir də nə qaldı? Dərəzələ. Biri qaldı. Dərəzələ. 4 növ. Əlverişli şəraitdə xarici qatda 4 qrup, 4 növ hüceyrəyə rast gəldi. O adını saydıqlarımız. Daxili qatda da özünüz zaten bayaq dediniz. 2 növ, 1 qrup. Bəli. Deməli 2 növ, 1 qrup. Bəli. Onda cəmi oldu burada 6 növ hüceyrədə. Düzdürmü? 6 növ hüceyrə. Yəni həzm əzələ bir də vəzli həzm hüceyrələridir da. Yəni bir qrup birsiz niyə deyirəm? Çünki hər ikisi həzm hüceyrəsidir. Hər ikisi Bəli. Vəzli həzm hüceyrəsi, əzələli həzm hüceyrəsi. Görürsüz? Qrup olaraq məsələn deyirik ki, epitel toxuması, əzələ toxuması 1 qrup 3 növ. Qrup olaraq əzələ toxuması gedir hamısı. Amma saya, ennezolaqlı, ürək, ennezolaqlı sklet. Bu da onun kimi həzm əzələ, vəzli əzələ. Ona görə bir qrup 2 növ daxili qatdadır, 4 qrup 4 növ də xarici qatdadır. Demək oldu nə? 5 qrup 6 növ. 6 növ. Bəli, bəs cinsi çoxalması dediniz əlverişsiz şəraitdə gedir. Bəs bu zaman xarici qatda neçə növ hüceyrə olur, daxili qatda neçə növ hüceyrə olur? Deməli, bu daxili qat dəyişmir, amma xarici qatda 2 deməli yumurta hüceyrə və bir də spermatozoid artır. Ay sağ ol. Onda deyək 5 qrup 6 növ. Qrup bilsiz niyə? Çünki cinsiyyət hüceyrəsi bir qrupdur da. 2 dənə də növ var, düzdür. Əla. Yaxşı. Belə bir ifadə işlətsəm ki, məsəl üçün deyirəm ki, hidrada qamçılı hüceyrələr yalnız əlverişsiz şəraitdə meydana gələ bilər. Bu ifadə doğrudur yoxsa yanlışdır? Qamçılı hüceyrələr. Bəli. Yalnız Qamçılı hüceyrə yox, niyə ki? Spermatozoiddə də qamçılı hüceyrə var. Bəli. Spermatozoid əlverişsiz şəraitdə əmələ. Bəli, düzdür. Həzm. Düzdür. Mən deyə bilmərik. Çünki yalnız əlverişsiz şəraitdə
həzm hüceyrələrində 2 qamçı, Əla. 2 qamçı olur. Düzdür. Deməli o ifadəni işlədə bilmərik. Çünki əlverişsiz şəraitdə əmələ gəlir qamçı, amma həzmdə də var da. Ona görə ifadəni işlədə bilmərik. Düzdür. Yaxşı. Qış dövründə hidran sayı artırmı? Bu ifadə doğrudur. Qış dövründə hidraların sayı artır. Axı deyirik onlar cinsi yolla çoxalır. Bəli, deyirik ki, cinsi yolla çoxalır. Azalır. Soyuq düşəndə ölürük, müəllim olur. Bəli. Deməli bax deyirik ki, əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Yəni qışda su donan vaxtı çoxalır deyirik deyənə çaşmayaq ki, oradan o sayı artır. Xeyr. Çünki o cinsi çoxalma zamanı mayalanma gedir. Mayalanmadan sonra hidra ölür. Yumurtalar yaza qədər qalır. Yazda başlayır inkişaf eləməyə, o zigot bölünüb çoxalmağa. Ona görə də qışda hidraların sayı artır deyə bilmərik. Əksinə sayı azalır. Aydındır? Ölürlər, bəli. Ay sağ olun, bəli. Yaxşı. Gəlin bir balaca ibtidailərdən də sual cavab eləyək. Baxın, deyirəm ki, ümumiyyətlə ibtidai heyvanların hansı nümayəndələridir ki, onlarda nəsil növbələşməsi ilə gedən çoxalma var? Metagenez var. Nəsil növbələşməsi. Qeyri-cinsi nəsil Bəli. deyirsiniz. İnfisor tərlikdədir. Yox, infisor tərlikdə. Sporlar tipi. Bəli, sporlar tipi. Bəli, sporlar tipi, düzdür. Malyariya xəstəliyini hansı canlı törədir, hansı canlı yayır? Malyariya xəstəliyini anafilez cinsindən olan ağcaqanadlar törədir. Yox, törətmir. Yayır. Yayır, bəli. Bəs törədən nədir? Malyariya paraziti. Malyariya xəstəliyini törədən malyariya parazitidir. Bəli. Yayan anofilez cinsindən olan ağcaqanaddır. Dişi ağcaqanaddır yoxsa erkək? Dişi ağcaqanaddır, bəli. Erkək ağcaqanadlar, onlar bitki şirəsi ilə qidalanırlar. Dişi ağcaqanad qanla qidalanır və o yayır, bəli. Neçə sahibi var malyariya parazitinin? Əsas sahibi elə. Əsas, bir də aralıq sahibi var. Əsas sahibi kimdir? Aralıq sahibi nədir? Əsas sahibi insan deyil. Yox. İnsan əsas sahibi deyil. Anapolis cinsindən olan. Anafilez cinsindən olan ağcaqanad onda əsas sahibidir. Aha, aralıq sahibi insandır. İnsandır, bəli. Yəni belə deyək də, əsas sahibi onurğasız heyvandır. Boğmayaqlar tipinə aiddir. Aralıq sahibi isə deməli onurğalı heyvandır. Aralıq sahibi insandır, onurğalı heyvan, onurğalıdır. Heyvan deyirəm, onurğalıdır, amma onurğasız da əsas sahibidir, bəli. Yaxşı, ağcaqanad hansı sahibinin bədənində cinsi yolla çoxalır? Cinsi yolla çoxalma. O anapolisdədir də müəllim. Bəli, ağcaqanadda. Ağcaqanadda cinsi yolla çoxalır. Amma ağcaqanadda qeyri-cinsi də çoxala bilər. Orada spor da əmələ gəlir. Bəs insanda hansı yolla çoxalır? Cinsi yoxsa qeyri-cinsi? Qeyri-cinsi. Bəli, qeyri-cinsi çoxalmanın hansı növü? Müəllimlər, bir dəqiqə Namilə müəllimə icazə verin. Qeyri-cinsi çoxalmanın hansı növü gedir müəllim orada? Şizogoniya. Bəli, şizogoniya, düzdür. Amma ağcaqanadda həm cinsi də çoxala bilir, spor da əmələ gətirir. Düzdür. Yaxşı. Hansı toxuman zədələyir insanda? Qaraciyər toxuması. Yox, bax 4 qrup toxuma var da, birləşdirici, əzələ, sinir, epiter. Hansı toxuman zədələyir? Birləşdirici toxuman zədələyir. O inkişaf dövriyyəsini danışa bilərsiniz ağcaqanad malyariya parazitinin. Deməli, insan o ağcaqanad dişləyəndə qan vasitəsilə birlikdə yayılır və qaraciyərə gəlir. Qaraciyərdə eritrositlərə təsir eləyir. Yox, deməli, baxın, anofilez cinsindən olan xəstə ağcaqanad gəldi insanı sancdı. O tüpürcək vəzində olan sporozoidlər insanı sancanda gəlir keçir insanın qanına. Qanla gəlir qaraciyərə və sizin də qeyd elədiyiniz kimi qaraciyərdə şizogoniya yolu ilə artır, çoxalır, qeyri-cinsi yolla. Sonra qaraciyər hüceyrələri dağılır. Dağılandan sonra qana düşür. Bəli, qanla hara gəlir? Eritrositlərə. Bəli,
Qanla bir qismi Orada yenidən qaraciyara, bir qanazlığına qismi səbəb də olur da. eritrositlərə gəlir. Bəli, başlayır yox. Hələ eritrositlərdə də yenidən bölünür, çoxalır şizagoniya yolu və eritrositləri dağıdır. Sonra eritrositlər dağılandan belədir. sonra Qan azlığına səbəb olur da. eritrositlər Zəhərli dağılandan sonra maddələr bəli, qana zəhərli maddələr ifraz olunur. Bu nəticəsində belə deyək də temperatur yüksəlir. 39-40 dərəcə qızdırma Aysa, olur. düzdür. 2-3 gündən bir baş verən titrəmə, bunlar baş verir. Düzdür. Sonra bir müddətdən sonra nə baş verir? Orada qametositlər əmələ gəlir. Sonra gəlir yenidən xəstə insanı sağlam ağcaqanad sancdıqda o qametositlər Sancdıqda ağcaqanadın yenidən onun bədəninə mədəsinə düşür, və o mədəyə bədəninə düşür. düşdükdən sonra yenə də Bədən bölünür, yox, çoxalır. müəllimə, bədən yox, mədə deyək. Çünki dəqiqliklə düşür testlərə, mədəyə düşür. Mədədə hansı yolla çoxalmağa başlayır? Mədədə başlayır cinsi Cinsi yolla çoxalmağa, bəli. Mikro və makro qametləri birləşir bir-birləri ilə və ziqot əmələ gəlir. Ziqot. Yaxşı, belə bir sual versəm ki, Maliariyanın cinsi çoxalması ağcaqanadın hansı sistemində gedir? Həzm sistemi. Əla, çünki mədədə dedik, gördük. Yaxşı, əmələ gəldi ziqot. Özə demişdik ki, yadınızdadır, zigota o kinetada deyirdilər, aktiv hərəkət edə bilirdi ziqot. Sonra ziqot mədədən hara keçir? Bağırsaq boşluğuna. Bağırsaq boşluğuna keçir. Bəli, mədədən bağırsaq boşluğuna keçir, bağırsaq boşluğunda sistalaşır ziqot. Və sonra nə baş verir? Sistada çoxlu sporlar əmələ gəlməyə başlayır və sista partlayır. Həmin sporozoidlər tüpürcək vəzlərinə keçir və proses yenidən təkrar olunur. Davam edir. Bəli. Yaxşı, bunları dedik. Siz mənə deyin zəhmət o. Toksoplazma nədir? Demək, toksoplazma bu koksidillərə aiddir. Toksoplazmanın əsas sahibi pişik kimilər fəsləsinin nümayəndələri olur. Aralıq sahibi isə digər istiqanlı heyvanlar olur. Həmçinin insan da ola İnsan da bilər. ola bilər. Demək ki, sahibi var. Toksoplazmoz xəstəliyi adətən insanlarda yüngül olur. Amma hamilə qadınlarda, Ağır keçir, bəli. immuniteti zəif olan insanlarda bu xəstəlik ağır. Əlamətləri nə idi onların? Bunların əlamətləri Sinir sistemini zədələyir, sonra qaraciyər, ürək zədələnir, dalaq, limfa düyünlərində zədələnmə baş verir deyirik. Protozooz nədir? Protozooz. Hüceyrələrin törətdiyi xəstəlik protozooz. Əla hicra müəllimə, bir hüceyrələrin törətdiyi xəstəlikdir, bəli. Yaxşı Namilə müəllimə, siz mənə deyin, zəhmət olmasa, deməli bunları dedik. Siz mənə deyin, bu belə deyək də, tumurcuqlanma zamanı hidrada dedik birinci nə yaranır? bağırsaq boşluğu. Bəli, yəni tipin əlamətləri üzə çıxır. Sonda nə yaranır? Daha sonra bağırsaq boşluğu yarandıqdan sonra Ən sonda nə yaranır? Döşənək. Döşənək, bəli. Döşənək. Deməli, birinci Döşənək tipin ondan sonra əlaməti yaranır. meydana çıxır, bağırsaq boşluğu, ilk sonda olaraq bağırsaq növün boşluğu. əlaməti meydana çıxır, döşənək. Bəli, sonda növün əlaməti meydana çıxır, düzdür. Yaxşı, bunları dedik. Şirin su hidrası ayrı cinsli oluyorsa hermafrodit. Hermafrodit, Çarpaz mayalanır yoxsa öz-özünü mayalandırır? çarpaz. Çarpaz mayalanır, düzdür. Yaxşı, polip sözün mənası. Polip çox Çox ayaqlı, Çox bəli. ayaqlı. Necə hərəkət edir hidra? necə? Hidra necə hərəkət edir? Hidra hərəkət edir, döşənəyi yapışdırıb qol gün baraqlar. Mayallaq aşaraq da, mayallaq aşaraq hərəkət edir, bəli. Yaxşı müəllimə, təşəkkür edirəm can. Siz də mikrofonu bağlayın. Biz Nübar müəllimə ilə davam edək. Bəli. Nübar müəllimə, regenerasiya nədir? Ölüb getmiş hissəciklərin yenidən bərpa olunması. Bəli, orqanizmin itirilmiş hissələrini yenidən bərpası. Neçə cür regenerasiya var? Bu aralıq hüceyrələri hesabına baş verir hidrada. Yox, regenerasiya özü neçə qrupa bölünür. Bax, məsəl üçün, biri var, tutaq ki, deyirəm ki, deməli, orqanizm səviyyəsində regenerasiya. Başqa? Biri var
Hücre səviyyəsində Toxuma səviyyəsində, bir də orqan səviyyəsində. orqan səviyyəsində Bəli. regenerasiya. Məsəl üçün deyirəm, orqanizm səviyyəsində regenerasiya. Hansı canlıda orqanizm səviyyəsində regenerasiya var? Məsələn, elə hidranın özündə orqan Bəli. səviyyəsində var. Bir Bəli. hidradan 2 dənəsi əmələ gələ bilər Bəli. yarıya bölünən. Biz ona fragmentasiya deyirik də. Heyvanlarda vegetativ çoxalma, yəni fragmentasiya. Başqa hansı tipdə var? Bir bağırsaq boşluqları tipində, başqa? Regenerasiya. Bəli. Süngərlər. Süngərlərdə var, Ay, ağ sağ olun. planarida var. Bəli. Ağ plan. Yəni yassı qurtlar tipində. Bəli. Bəli. Dərsiz canlılarda var. Ay, sağ olun, düzdür. Yəni bunlarda bu fragmentasiya çoxalmağa xidmət eləyir deyirik. Yəni Amma qurbağada elə olur ki, tək orqanın özünün bərpasında deməli var. bax bu oldu orqanizm səviyyəsində. Bəs orqan səviyyəsində regenerasiya hardadır? Kərtənkələnin qurbağa. Bəli, quyruğunun itməsi. Bəli. Bəs toxuma səviyyəsində, Yadımdan çıxdı. məsəl üçün bizdə nə səviyyədədir qaraciyərin regenerasiyası? Bizdə orqan səviyyəsində. Toxuma səviyyəsində. Toxuma. Hə, qaraciyər bərpa. Qaraciyərin bir hissəsi götürülsə, həmin hissə bərpa olunur toxuma səviyyəsində. Bəli. Yaxşı, bağırsaq boşluqlar tipində qeyri-cinsi çoxalmanın hansı növlərinə rast gəlindi? Tumurcuqlama. Bir də Hidrada tumurcuqlama. qeyri-cinsi çoxalmanın 4 növü var. Sadə bölünmə, tumurcuqlanma, vegetativ, spor. Regenerasiya. Bəli, fragmentasiya. Fosfor. Fragmentasiya. Bəli, iki növünə rast gəlindi. Bir tumurcuqlanma, ikinci fragmentasiya, yəni vegetativ çoxalma. Vegetativ çoxalma. Yaxşı, bunları dedik müəllimə. Siz mənə deyin zəhmət olmasa, reaktiv hərəkətə bağırsaq boşluqlar tipinin hansı nümayəndəsində rast gəlinir? Reaktiv hərəkət. Meduzalarda. Meduzalarda, düzdür. Meduzaların neçə faizi sudur? Tərkibinin neçə faizi sudur? 97% deyildi. 90 faiz. 90 faiz, 90. Bəli. Deyə bilərəm bütün meduzalar aktiv hərəkət edir. Bəli. Deyə bilərəm bütün meduzalar aktiv hərəkət edir. Stavromeduzalar aktiv hərəkət edir. Bəli, harda yaşayır stavromeduza? Onlar yırtıcı həyat tərzi keçirirlər, suyun dibində yaşayır. Ay, bəli, suyun dibində yaşayır, düzdür. Yaxşı. Balıqlarla, xərçəklərlə qidalanır. Bəli. Meduzaların ağzı harda yerləşir? Çətirin altında. Əla müəllimə, çətinin altında yerləşir, düzdür. İlk dəfə olaraq belə deyək də, qara pigmentli gözcük hansı canlıda yarandı? Bu da qara pigmentli gözcük elə bu meduzalarda yarandı. Çətirin kənarlarında qara pigmentli gözcüklər olur. Bəli, Aurelia meduzasında deyirik ki, qara pigmentli gözlər var, düzdür. Bəs ilk dəfə formalaşmış göz hansında idi? Hansı canlıda ilk dəfə formalaşmış göz yarandı? Ağ planarida. Bəli, yəni yassı qurtlar tipində, düzdür müəllimə, düzdür. Qara pigmentli gözü burada götürük, amma formalaşmış gözü artıq yassı qurtlar tipində deyəcəyik, düzdür. Meduzalar necə hərəkət edir? Aktiv hərəkət edən də var. Stavromeduzada nədir? Yəni çətirin yığılıb açılması sayəsində hərəkət edir, bəli. Bəli. Meduzalar hermafrodit yoxsa ayrıcinslidir? Yox, meduzalar ayrıcinslidir. Bəli, bəli. Mayalanma prosesi harda gedir? Mayalanma prosesi onlarda yumurta hüceyrədə gedir də mayalama prosesi. Yox, suda gedir yoxsa quruda harda gedir? Suda gedir. Suda gedir. Ay, sağ olun, düzdür. Bağırsaq boşluqlar tipinin ən geniş yayılan sinifi? Bağırsaq boşluqlar tipinin ən geniş yayılan sinifi elə Mərcan polipləri. Bəli, mərcan polipləri sinifi ən geniş yayılan sinifidir, düzdür. çünki polip çoxlu deməkdir. Bəli, yaxşı. Bəs bu meduzalar tomurcuqlanma yolu ilə çoxala bilirmi, yoxsa təkcə hidra çoxalır tomurcuqlanma yolu ilə? Yox, meduzalar bunlarda planı olaraq Çoxala bilirlər. Yox, çoxala bilirlər. Yəni meduzalar da çoxala bilir tomurcuqlanma yolu ilə, hidra da çox. Yəni bağırsaq boşluqlar tipinə aiddir da, bəli. Bəli, poliplər də. Bağırsaq boşluqlar tipinə aiddir tomurcuqlanma yolu ilə çoxalma. Bəli, hər biri çoxala bilir. Bağırsaq boşluqlar tipinin hərəkətsiz sinifi? Sporlular. Yox, necə? Sinifi, hərəkətsiz sinifi. Hidralar. Yox, hidralar passiv hərəkətlidir. Hərəkətsiz. 3 dəqiqə mən.
bir dəqiqə. Poliplər də mən Bəli, mərcan polipləri, bəli. Ümumiyyətlə, bax deyir ki, bütün heyvanlar aktiv hərəkət edir ifadəsi yanlışdır. Bütün heyvanlar aktiv hərəkət edir ifadəsi yanlışdır. Bağırsaq boşluqları tipinin mərcan polipləri sinfi hərəkətsizdir. Hərəkətsiz. Bəli, aktivlər Bəli. hərəkətsizdir. Bütün bitkilər hərəkət edir yanlışdır. Heç bitkilər hərəkət etmir. Bütün bitkilər hərəkət etmir yanlışdır. Çünki xlamidamanadada hərəkət var qamçı vasitəsilə. Bütün heyvanlarda aktiv hərəkət edir yanlışdır. Çünki bağırsaq boşluqları tipinin mərcan polipləri sinfi hərəkətsizdir. Və ən geniş yayılan da sinifidir onların. Yaxşı. Mərcan poliplərinin tək yaşayan nümayəndəsi hansıdır? Koloniya halında yaşayanlar hansıdır? Aktiv niyyətə yaşayanıdır. Aha. Qırmızı mərcan poliplər isə koloniyada yaşayır. Əla müəllimə, əla. Yeyilən nümayəndələri meduzaların. Meduzaların, qulaqlı meduzadır yeyilən. Aha, bir də Bir də Ropilemadır, bəli, düzdür. Hansı sinfi adalar əmələ gətirir, riflər əmələ gətirir? mərcan adaları əmələ gətirir. Mərcan polipləri adalar əmələ gətirir, düzdür. Yaxşı. Xərçənglərdə və mollyuskalarla simbiyoz həyat tərzi keçirdən nümayəndələr. Xərçəklərdə və onlar da keçirirlər də bu nədir? Mərcan polip. Mərcan polipləri də simbiyoz həyat keçirdə bilir. Bir də o aktiniya deyirik. Aktiniya da elə mərcan poliplərinə aiddir da. Xərçənglərin və mollyuskaların, xərçənglərin deməli zirehi və mollyuskaların çanağı üzərində yaşayır da. Həmin canlı Stabra medusa hərəkətsiz formalarıdır. Bəli, düzdür. Yaxşı müəllimə, siz mənə deyin zəhmət olmasa, şirin su hidrasının çoxalmasından danışın da, cinsi çoxalmasından. Necə gedir bu proses? Şirin su hidrası əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Ayrı fərqlidirlər. Bunların dişi fərdi də var, erkək fərdi də var. Bunlarda əvvəlcə spermatozoidlə yumurta hüceyrə birləşir, zigot əmələ gətirir. Zigot da qışlayır, qışı, hidra ölür, zigot da qışlayır, yazda cavan yumurtadan cavan hidra ölür. Ay, sağ olun, düzdür. İnkişafları düzü nədir, yoxsa dolayıdır? Yox, düzü nədir bunlar? Bəli, bax çünki dediniz ki, yazda yumurtalardan cavan hidralar çıxır. Bəli, Özünə oxşar hidralar. bəli, sürfə çıxır demədiniz ki, deməli onda inkişaf düzü nədir? Bəli, sürfə mərhələsi yoxdur deyirik, bəli. Onda deyə bilərik bunlar... Amma sferit meduzalarda sıra mərhələsi var. Əla, onu deyəsiydim, bəli. Və bağırsaq boşluqlar tipində elə bunları deyirik ki, hidra deməli düzünə inkişafdır, amma mərcan meduzalar isə dolayıdır. Çünki bəli, planul adlanan sürfə çıxır onlarda, inkişaf dolayıdır, bəli. Düzdür. Bax, deyə bilərəm ki, əlverişsiz şəraitdə qışda hidran sayı artır. Xeyr. Nəyə görə? Ona görə ki, qışda bunlarda inkişaf getmir ki bunlarda. Xeyr, çünki ölürlər. Bəli, bəli. Bax, eyni yosunlar kimi, xlamidamanada kimi, ullotrix kimi, bunların cinsi çoxalması prosesləri düzdür, əlverişsiz şəraitdə biz deyirik cinsi yola çoxalırlar. Amma bunların cinsi çoxalsa, adı belə getsə də, amma yeni fərd əmələ gəlmir də. Yəni, onlar yenə də əlverişli şəraitdə gedir həmin proses. Belə ki, biz deyirik ki, əlverişsiz şəraitdə hidraların sayı azalır. Çünki onlar mayalanmadan sonra, yəni belə deyək də, əlverişsiz şəraitdə cinsi çoxalmanın bir hissəsi gedir. Qametlər yaranır, ayrı-ayrı hidralarda mayalanma prosesi gedir. Mayalandıqdan sonra yumurta hüceyrələr qışı deməli keçirdirlər, hidra ölür və yazda başlayırlar yenə də saylarını artırmağa. Yəni cinsi çoxalmanın bir hissəsi gedir. Tam olaraq oradan fərd əmələ gəlmir də, say artımı baş vermir deyirik. Aydındır müəllimə? Ay, sağ olun. Yaxşı, siz mənə deyin zəhmət olmasa, xarici qatda neçə növ hüceyrəyə rast gəldik bunlarda? Xarici qatda 4 növ, 4 qrup hüceyrəyə rast gəldik. Dərəcələ hüceyrəsi, aralıq hüceyrə, dalayıcı hüceyrə, bir də sinir hüceyrəsi. Ay, sağ olun, düzdür. Heyvanlar aləmində deməli, ibtidailərin içərisində həzm vakualı olmayan tip. Ağızdan ifraz edir. Həzm vakualı yoxdur. Hansı ibtidailərin hansı tipində həzm vakualı yoxdur? Sporlardır. Bəli, sporlar tipi. Oldu Nübar müəllimə, sizə bağlayın mikrofonu. Sürayə müəllimə ilə davam edək. Sporlar. Bəli, sporlar tipi, bəli. Sürayə müəllimə. Bəli.
Aha. Sürayya müəllimə, ibtidai heyvanların hansı tipidir ki, onlarda hərəkət orqanoidi yoxdur? Sporlar izlələr. Sporlar tipi, həzm vakualı yoxdur, hərəkət orqanoidi yoxdur, düzdür. Yaxşı. Heyvanlar aləmində qeyri-cinsi çoxalmanın neçə formasına rast gəlinir? Heyvanlar aləmində. Option əlimizdə çox Bəli, bəli. Məsələn, sadə bölünmə var. Sonra sadə bölünmə var, sporla var. belə deyək də, ibtidailərin içərisində, belə verim də, dəqiq olsun, ibtidailərin içərisində qeyri-cinsi çoxalmanın neçə növünə rast gəlinir? Amöb, yaşıl evqileyna, infizor təlli, sporlular. Sadə bölünmələr, bəli. Sadə bölünmə var, bəli. Çoxalma var. Sporla çoxalma var, bəli. Elə bu. Tumurcuqlanma yoxdur. Tumurcuqlanma bağırsaq boşluqlardadır. Mən bir hüceyrəli dedim. Bəli. Tumurcuqlanma da yoxdur, vegetativ çoxalma da yoxdur. Sadə bölünməyə rast gəlinir, bir də sporlar. Sporla çoxalan hansı heyvandır? Sporlardır mənim. Sporlardır, bəli, düzdür. Yaxşı. Hansı heyvan ibtidai heyvandır ki, onda həm holofil qidalanma var, həm də holozoy qidalanma var? Yaşıl evqileynadır, düzdür. İnfizor tərlikdə bir dəqiqədə neçə həzm vakual əmələ gəlir? Bir dəqiqədə 60 saniyədən bir əmələ gəlir. Bir dəqiqədə neçə həzm vakualı? Bir dənə, bəli, bəli. İnfizor tərlikdə, bax bununla bağlı məsələ düşür. İnfizor tərliyin bir dəqiqədə infizor tərlikdə bircə dənə həzm vakual əmələ gəlir, bəli. Bəs amöbdə? Amöbdə qidaya görə də mənim. Qidanın sayı qədər, bəli. Bəli. Hüceyrənin daxilinə 10 dənə qida daxil olsa, 10 dənə də həzm vakual əmələ gələcək, bəli. Amöbdə hansı vakualdır ki, o bədəndəki ozmotik təzyiqi tənzimləyir? Yığılıb açılan vakualdır. Yəni ifrazat vakualı. Neçə dənə ifrazat vakualı var? Bir dənə. Bir dənə. Qida vakualı qidanın sayı qədər, ifrazat vakualı bir dənə. Bəli. İnfizor tərlikdə neçə dənə ifrazat vakualı var? Ay, sağ olun, düzdür. Yaxşı. Bunları dedik. Protozoz nədir dedik? Protozoz ibtidailər idi. İbtidailərin törətdiyi, Bir hüceyrələrin yaratdığı xəstəlik. bəli, bir hüceyrələrin yaratdığı, törətdiyi xəstəlikdir, düzdür. Sürayya müəllimə, siz o meduza var, meduzanın çoxalmasını izah edə bilərsiniz? Bağırsaq boşluqlarda da. Bəli, bəli, meduzanın çoxalması. Ümumiyyətlə, hermafrodit yoxsa ayrıcinslidir? Mayalanma harda gedir meduzalarda? Maylanma Suda gedir. Ayrıcinslidirsə, onda həm dişi, həm erkək fərdi var da, düzdürmü? Aha. mayalanır, zigot əmələ gəlir. Zigotdan dedik bayaq, kirpikli planla. Düzdür. Sürfədəki suyun dibinə çəkir Aha. və poliplər əmələ gəlir. Bəli, hərəkətsiz polipə çevrilir. İlişkisi boşqab şəklində belə Aha. poliplərdən sonra tumurcuqlanma yolu ilə yeni sürfələr əmələ gəlir. Aha. Yadımda qalır. Belki yetkin fərqdə. Sürfələrdən də yetkin fərqdə. Ay, sağ olun, düzdür. Deməli, mayalanmadan sonra zigot əmələ gəlir. Zigotdan kirpikli planuladan sürfə çıxır. Sürfə suyun dibinə çökür, başlayır hərəkətsiz polipə çevrilməyə. Hərəkətsiz polipdə tumurcuqlanma yolu ilə artır, çoxalır, elə bir üst-üstə yığılan boşqablar kimi. Sonra həmin onlardan da meduza sürfəsi əmələ gəlir və o da meduzaya başlanğıc verir. Deməli, iki sürfə var burada. Bir planuladanan sürfə, kirpiklərlə örtülü, üzür suda. Bir də meduza sürfəsi. Aha. İnkişafları düzünədir, yoxsa dolayıdır? Dolayısıyla məndə sürfə olur. Ay, sağ. Bəs hidranın inkişafı düzünədir, yoxsa dolayıdır? Hidrada düzünədir. Çünki hidrada sürfə mərhələsi yoxdur. Deyirik ki, yazda yumurtadan cavan hidralar çıxır. Deməli, sürfə çıxır demək də, hidra çıxır deyirik. Sürayya müəllimə, siz bir də bu hidranın ektoderma və endoderma qatında olan hüceyrələri sayın, həm əlverişli, həm əlverişli şəraitini. Əlverişli şəraitdə, yəni əlverişlidə cinsiyyətlər olmur da. Ektodermada olur dəri əzələr, sinir, deməli əlverişli. Sinir, davayıcı, aralı. Əlverişli. Daxildə də olur, ektodermada da olur, həzm vəzili, yox, həzm əzələli və vəzli əzələli.
Bəli. əzməcələri. Sonra əlverişli şəraitdə isə bu spermatozoidlərdən yumurta hüceyrələri yaranır. Sonra Əlverişsiz şəraitdə yumurta hüceyrəyinə spermatozoid da əmələ gəlir. Bəli. Bəs daxili qatdağız hüceyrələr olur? həzmdə vəzilə Bəli. Neçə qrup hüceyrə olur daxili qatda? bir qrup içmir. Bir qrup iki növ. Hər ikisi həzm hüceyrəsidir. Vəzili həzm və əzələli həzm hüceyrəsi. Bəli. Hidrada ən çox rast gəlinən hərəkət orqanoidi hansıdır? Hansı? Aralı yox, dərəzələ. Yox, hərəkət orqanoidi. Hərəkət orqanoidi. Necə? Miofibrin. Miofibril. Bəli, miofibril. Hərəkət orqanoidi 4 dənədir. Miofibril, bəli. Siz mənə deyil zəhmət olmasa, infizor tərliyin hüceyrəsinin quruluşu haqqında məlumat verin. Bəli, bəli. İntizor təlik tərbiyə bənzəyir. Üzəri kirpiklərlə. Nə qədər kirpik var? 10-15 min. Bəli, 10-15 min. Bəs trixositlər nədir? Trixositlər. Çıxıntılar da var. Kirpik bildik. 10-15 min kirpik var. Qısa çöpçüklər də olur mənim o. Aysa, bəli. Trixositlərdə deyirlər, qısa çöpçüklər də. Onlar nəyə xidmət edir? Qoruyucu qüvvə yerinə yetirir. Aysa, şikara atır da, elə bil ki, oxlu kirpi kimi sancır şikarına, onu iflic edir. Bəli, sonra Bunlarda artıq qılaf formalaşır. tam formalaşmış qılaf var, bəli. Uçlar burada əmələ gəlir. Hüceyrə və ağız var. İki dənə artıq nüvəsi var. Vegetativ və generativ. Əla, düzdür. Hansı nüvə olmasa məhv olar? Vegetativ nüvə olmasa məhv olur. Vegetativ yox, böyük nüvə, kiçik nüvə. Böyük nüvə, kiçik nüvə. Böyük nüvə olmasa, vegetativ generativ deyilmir də. Böyük nüvə, kiçik nüvə. Böyük nüvə olmasa məhv olar. Belə deyirik. Yəni kiçik nüvə yalnız çoxalmaya xidmət eləyir. Amma böyük nüvə bütün proseslərdə iştirak edir də. Qeyri-cinsi çoxalma zamanı Bəli, qeyri-cinsi çoxalma zamanı nüvələr bölünürmü? Çoxalma zamanı nüvələr bölünür. Bəli, bölünür. Nüvələr uzunlu istiqamətdə bölünür. Nüvələr uzunlu istiqamətdə bölünür. İnfizor tərliyi özü enli istiqamətdə bölünür. Bəs yaşıl evqliyina amöb necə bölünür? Uzunla yoxsa enlə? Yaşlı evqliyina uzunla bölünür. Amöb? Amöb istənilən bir yerdir, enlədir. Ay, sağ olun, düzdür mənim. Evqliyina çoxalmasını izah eləyin, zəhmət olmasa. Evqliyina da çoxalmasını. Sadə bölünmə yolundan bölünür. Yaman səs var, səs kimdədir görəsən? Ay, müəllimlər, bağlayın da mikrofonları. Hə, buyurun müəllimə. Müəllimə qamçı itir. Birinci qamçı itir. Sonra da ikiyə bölünmə, sadə ikiyə bölünmə yoluyla bölünür. Yaxşı müəllimə, təşəkkür edirəm. Siz də bağlayın mikrofonu. Biz davam eləyək Bayramova Rəna müəllimənə. Rəna müəllimə. Yaxşı, Təzəgül müəllimə, siz açın mikrofonu. Təzəgül müəllimə, bu sporlar tipinin çoxalmasını izah eləyin deyə inkişaf dövriyyəsini. Sporlarda, biraz sporlar, deməli, Bax, anofelis cinsindən olan xəstə ağcıqanad, özü də xəstə dişi ağcıqanad sağlam insanı sancdı. Nə baş verir? Sağlam insanın sancı bu zaman deməli onlar müəllimə elə bil ki qana keçir, sonra oradan onun tüpürcək vəzlərində olan sporozoidlər insanı sancdıqda insanın qanına keçir. Sonra qanına keçir və sonra oradan qaraciyər hüceyrələri deməli şizagoniya yolu ilə çoxalır artıq. Bəli, sonra və qaraciyər hüceyrələri dağılır.
Qaraciğer hüceyrələrini dağıdır. Sonra həmin parazitlər onların deməli qana keçir onlar. Qan eritrositlərə daxil olur və bu zaman eritrositləri dağıdır və sonra qana zəhərli maddə ifraz edir. Ay sağ olun, bəli. Buna görə də temperatur artır. Xəstə olanda temperatur artırsa yüksəlir də 39 dərəcəyə qalxır. Sonra elə bu proses elə bir hardasa 2-3 gün təkrar olunur da deməli. Bəli. Bir müddət keçdikdən sonra onlar deməli bu zaman insanın qanında o parazitlər deməli çoxalması dayanır. Bəli. Sonra bunlarda dayanır. Cinsi çoxalması ağcaqanadın hansı sistemində gedir? O ağcaqanadın deməli müəllimə orada o Həzm sistemində. ağcaqanadda Həzm sistemində, bəli. Düşür mədəsinə, mədəsində. Mədəsində o qametlər harda əmələ gəlir? Onu bax mədədə Qametositlər insanda əmələ gəlir, amma ağcaqanadın mədəsində birləşirlər. Mikro və makro qametlər. O qametositlər mikro və makro qametlərə çevrilirlər və bir-biri ilə birləşərək ziqot əmələ gətirirlər. ziqot əmələ gəlir. Bu zaman deməli ziqot deməli hərəkətli olur. Deməli bağırsağın divarını deşərək oradan Mədəni deşərək bağırsağa düşür, bağırsaqdan da bədən boşluğuna düşür. Yəni sonra orada deməli sista halında olur. O da böyüyür. Deməli sista deməli orada Sistada sporozoidlər əmələ gəlir, sporozoidlər yetişir, sista partlayır və sporozoidlər tüpürcək vəzlərinə keçərək prosesi yenidən təkrar eləyir. Müəllimə, heyvanlar aləminin neçə tipi var dedik? Heyvanların 23 tipi. 23 tipi var. Hüceyrə qalanları çox hüceyrəli. Bəli, bir hüceyrələrin tiplərini sadalayın. Bir hüceyrələr deməli sarkomastikoverlər tipi, sarkodinlər yox, sinifdir. Sarkomastikoverlər tipi, infizor sporlar tipi, infizorlar tipi, bir də mikrospor idilər. Yox, barsapoşlar axı bir hüceyrəli deyil. Sarkomastigoforlar tipi, infizorlar tipi, sporlar tipi, mikrospor idilər, kinidospor idilər. 5 dənə tipi var. Bəli. Bəs çox hüceyrəlilərin hansı tipləri var, onları da sayaq? Çox hüceyrəlilərdə bağırsaq boşluqlardır. Deməli, yastı qurtlar, bağırsaq boşluqlar. Çoxdur, onları yadımız var. Deməli, sonra sap qurtlar, həlqəvi qurtlar, malyuskalar. Həlqəvi qurtlar, yastı qurtları dedim. Sonra bunlarda malyuskalar, buğumayaqlılar, xordallar. Ay sağ olun, düzdür. Malyuskalar, buğumayaqlılar, bir də xordallar. Düzdür, 18 tipin 18-ini də vermir. Amma yəni bizə hansı lazımsa onları deyir də. Yaxşı. İnfizor tərlikdə 1 dəqiqədə neçə həzm vakual əmələ gəlir dedik? İnfizor tərlikdə 1 dəqiqədə infizor tərlik 1 dəqiqədə bir dənə, bəli, bir dənə həzm vakual əmələ gəlir, düzdür. Volvoxun bir hüceyrəsində neçə qamçı var? 2. 2 qamçı var. Yaşıl evqlenada neçə qamçı var? Yaşıl evqlenada onda da 2 qamçı var. Yaşıl evqlena. Bir dənə, bəli. Evqlenanın Evqlenanın küt hissəsindədir qamçı, yoxsa sivri hissəsində? O elə bir ki, öndə də sivridə deyil. Ön hissədə, yəni küt hissəsində. Bəs Volvox koloniyasının hüceyrəsinin hansı hissəsindədir? Ön, nazik hissədə, yoxsa genişlənmiş hissədə? O, nazik, armud formasında olur, nazik hissəsində. Nazik hissədədir, düzdür, bəli. Yaxşı, hidranın deməli, həzm əzələ hüceyrələrində neçə qamçı var? Hidranın neçə qamçı var? Həzm əzələ. Hidrada müəllimə, o qolcuqlar deyil, 5-12 ədəd. 2 dənə qamçı var. 2 dənə, bəli. Bəli, 2 dənə. Bəs hidranın spermatozoidində neçə qamçı var? 1. 1 dənə, bəli, düzdür. 1 deyil, həzm hüceyrəsində 2-dir. Bəli, həzm hüceyrəsində 2, deməli, lakin spermatozoidində 1, bəli. Yaxşı, hidranın yumurta hüceyrəsi nəyə oxşuyur?
hidranın yumurta hüceyrəsi deməli forması hidranın yumurta hüceyrəsi bir hüceyrəli amöbə. Bəli, amöbə. Bəs spermatozoidi? Spermatozoid də elə bayaq dediyi o Volvoxda olur müəllimə. Yaşıl evglenaya. Amma o bir Qamçılı, bir qamçılı yaşıl evglenaya oxşuyur. Yəni iptailəri oxşuyur da. Biri amöbə, bir də yaşıl evglenaya, bəli. Heyvanlar aləminin sporla çoxalan nümayəndəsi. Sporlular. Sporlular, bəli, düzdür. Deyə bilərik, sporların bütün nümayəndələri parazitdir. Sporların bütün nümayəndələri parazitdir. Hamısı parazit. Bəli, hamısı parazit, bəli. Parazitlər. Bəli, hamısı parazitdir, bəli. Bəs deyə bilərik, sarkomastiqaforlar tipinin bütün nümayəndələri sərbəst həyat tərzi keçirdir. Sarkomastiqaforlar, sarkodinlər sinfi onlardır da, amöb. Bəli. Onlar deməli Neçə sinfi var sarkomastiqaforlar tipinin? 2 sinifdir. İki sinfi var. Sarkodinlər sinfi Bir də qamçılılar. Qamçılı. Sarkodinlər sinfinin Qamçılar. sərbəst və parazit həyat tərzi keçirdən nümayəndələri hansılardır? Sərbəst həyat tərzi keçirənlər deməli yalan Adi amöb, adi amöb, ağız amöbü, günəş kümülər. Bəli. Yox, sərbəst həyat tərzi keçirdən adi amöb. Dizenteri axı sərbəst keçirtmir. Dizenteriya parazit həyat tərzi keçirdir. Bəs dənizlərdə yaşayan nümayəndələri hansılardır? hansıları müəllimə? Dənizlərdə yaşayan nümayəndələri sarkodinlər sinfinin. Sarkodinlər sinfi dənizlərdə yaşayan nümayəndəsi deməli Demək, kirəş çanağı olanlar. Foraminiferlər də çox deyirlər. Bəli, radiolarilər, bir də foraminiferlər, düzdür. Bəli. Yaxşı, qamçılılar sinfinin sərbəst və parazit həyat tərzi keçirdən nümayəndələri. Qamçıların sərbəst Volvoxdur, onlar da yaşıl evgrenadır. Bunlar sərbəstdir, bəs parazit hansıdır? Leishmaniya, bir də trisonomiya da Tripanozomlar, leishmaniyalar, lambliyalar, bəli. Tripanozomlarda neçə qamçı var? Tripanozomlarda bir qamçıdır onlar. Tripanozomlar, bəs leishmaniyalar? Leishmaniyalar da, onlar da bir qamçıdır, bəzi formalarda var qamçısız olur. Əla, bəs lambliyalar? Onlarda deyəsən, 4 qamçıdır, səfsən. 4 cüt. Bir də 4 cüt qamçıdır. bir də sorucu diski də var. Asal, Bəli. 4 cüt qamçı, bir də sorucu diskə malikdir, düzdür müəllimə. Yaxşı, bir də siz mənə deyin. Deməli, tripanozomların və leishmaniyaların törətdiyi xəstəlik. Onların törətdiyi xəstəliklər, deməli, bax, leishmaniyalar keçirir, onlar mığmığalar da, mığmığalar, deməli, sonra... Xəstəliyin adı nədir bəs? Leishmaniyoz xəstəliyidir, müəllimə. Leishmaniyoz xəstəliyidir. Yox, il yarası, müəllimə, il yarası. Şərq yarası, il yarası. Il yarası. Bəs tripanozomlar? Yuxu xəstəliyidir. Bir dəqiqə O müəllimə. yuxu xəstəliyi, hardasa baş beyninin, onunla beynində yuxu xəstəliyi yaranır. Yuxu, Bir də onlar əsasən o keçicilər sesi, bəli. Bəli, demək, tripanozomlar yuxu xəstəliyi, sesi milçəyi, leishmaniyalar, şərq yarası, il yarası, mığmığalar deyirik, bəli. Hər ikisi boğmayaqlardır. Bəs lambliyaların törətdiyi xəstəliyin adı nədir? Onlar da nazik bağırsaqda törədilir, lambiyoz xəstəliyi törədirlər. bəli, Ən çox bu yoğun bağırsaqda, elə bir ki, uşaqlarda yoluxur da, uşaqlar yoluxur bu xəstəliyə. Bəli, ən çox uşaqlar yoluxur, lambliyoz xəstəliyidir. Bəziləri qeyd edirlər ki, lambliyalar qurtdur, amma deyil, yəni bir hüceyrəli qamçıllardır deyirik. Qamçılardır. Yaxşı müəllimə, siz mənə deyin, zəhmət olmasa, demək, bunları dedik biz. Demək, qamçıların da parazitini dedik, sporlar zaten parazitdir bunlardır. İnfizorlar tipinin sərbəst və parazit həyat tərzi keçirdən nümayəndələri varmı? İnfizorlardan mənim, elə infizor tərlikdir. O infizor, kirpikli infizor. O sərbəstdir, düzdürmü? Kirpikli infizorlar, bir də sorucu infizorlar var. İnfizor tərlik sərbəstdir. Amma parazitləri də var, yırtıcıları da var. Yəni, infizorlar tipinin sərbəsti də var, paraziti də var, yırtıcısı da var. Sadəcə olaraq dərslik kitablarında
parazit nümayəndələrindən danışmır. Yalnız sərbəst nümayəndələrini deyir. Bunları dedik. Hə. Yaxşı, siz mənə deyin, zəhmət olmasa nəyi? Bu hidranın quruluşunu danışında zəhmət olmasa. Hidra, nə formadadır hidra? Hidra, deməli həyat tərzini deyəndə hidra deməli oturaq həyat tərzi keçirir. Hidra o ağac formasındadır. Deyirsən ağacı xatırladır. Deməli uzun ağız dəliyi yerləşir. Ətraflarda uzun qolcuqları olur 5-12 ədəd. Bədənin deməli sonra bunlarda onun deməli bir də o qutaracağı döşənək adlanır. O yapışır suya. Bədən onlarda 2 qatdan ibarətdir. Ektoderma, endoderma qatıdır. Sonra hidranın başqa hidranın ümumi deyim müəllimə. Yox, bəsdir müəllimə, bəsdir. Qəşəng danışdınız. Çox sağ olun. Təşəkkür edirəm. Yaxşı müəllimlər, bura qədər kifayətdir, yekunlaşdıraq bura qədər. İnşallah onda sabah neyinirik? Digər bizdə nə qalıb? Yastı qurtlar tipi biraz çoxdur müəllimlər, bilirsiniz nə baxımdan? Çünki yastı qurtlar var, orada qaraciyər sortusu var, öküz solteri var, exnikok var, biraz onların xəstəlikləri zadı, onlar biraz çoxdur. Ona görə bir dənə tipi verirəm, yastı qurtlar tipini yalnız. Sağ qurtlara qədər sabaha. Yəni bircə dənə tipi oxuyacaqsınız, yastı qurtlar tipini. Sağ qurtlar tipinə qədər. 2 tip vermirəm, çünki yenə də deyirəm, orada xəstəliklər var. Sual cavabı da yəni uzun çəkəsidir, onun xırdalıqlar çoxdur orada. Ona görə də yalnız bir tip, yastı qurtlar tipini inşallah sabah saat 8-də sual cavab eləyərik. Buyurun müəllimlər, sualınız varsa buyurun, yoxdursa bugün də yekunlaşdıraq. Oldu müəllimə, sağ olun. Oldu can, siz sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Gecəniz xeyrə. Sağ olun, gecəniz xeyrə.